Aşkar operatordan səhvlərinizi birinci qeyd edin baxaq. 11 gördüm mən tez. 11-ci sualdan başlayırıq. 11-ci sual. Biz demişdik ki, aşkar operatorlarda həmişə ilk olaraq mötərizə neçə əldə olmalıdır. Birinci mötərizənin içində baxıram. Burada nə qeyd olunur? 8 dairə operatoru 8. Dairə operatorunu tapdım. Yəni hələ ki mənim kənarla işim yoxdur. Birinci bu dairəni həll edirəm. Sol tərəfdə A plus 4 8-ə bərabərdirsə, deməli A-mız 4 imiş. Sağ tərəfdə B kubu 8-ə bərabərdirsə, deməli B-də 2 imiş. B-ni yerinə 2 qoyuram, A-nın yerinə 4 qoyuram. 2 çıx 1, 1, vur 4-ün kubu, edir 64. Deməli 8 operator 8-in cavabı olur 64. Silib yerinə 64-ü yazıram. Bunu Müəllim sildim, onu yerinə belə yazdım eləyəndən 64. sonra 64 Aha. üçbucaq 16 da yenə AB operatoru olur da. Nə oldu? 64 operator 16, düzdür? İndi burada ümumiyyətlə 3 bucağı tapdım. Həmişə sol sola bərabərdir, sağ sağa. Siz buradakı dairənin anı ilə 3 bucağın ağasını qarışdırın. Bu ayrı-ayrı şeylərdir. Məsələn, mən birinci dairənin cavabını tapdım 64. Atdım getdi, vəsə. Cavab oldu 64. 64 üçbucaq 16-da düzüm. Daha mən burayla bir işim yoxdur. Normal bildiyim operator kimi həll edirəm. Üçbucağın solunda 2A-nın yerində 64 dayanıbsa, deməli A-mız 32-də düzdürmü? 2-ni 32-yə vurmuşuq ki, 64 eləyib. Sağ tərəfdə isə B-nin yerində neçə dayanıb? 16. Deməli B-miz də 16-dır. Şu, bu bundan ibarətdir. 2B, yəni 2 Müəllim, bir vurulsun. daha. Aha, Hayır. Sən buyur. eləyin onu. 2 vur Elə 16 bildim edir. bitirmisiniz. Ona görə deyəcəkdim sual. Hə, tamam. 2 vur 16, 32. Sıxılsın A, yəni 32 bərabər nəyə? 0-a doğru cavab olur. A variantı. Müəllim, orada 13-cü sualda məncə cavab çıxmır. 13. Bəli. Baxarıq. 11-ci sualda problem olan var. Müəllim 10-cu suala da baxmaq olar. İmkan Baxaq varsa. ona. 10-cu sual. Və yenə eyni qayda. Bunların hamısı eyni qayda ilə gedir. Kvadrat operatorunu tapdım. Sol tərəfdə 8x 64-ə bərabərdirsə, deməli x neçədir? 8. Ay sağ ol. Bəli, 8 yazdım bura. Sağ tərəfdə 12y 48-dirsə, y neçə eləyir? 2, 4, 4. Bəli. Qısın yerinə 8 qoyuram. 2 vur 8, 16. Üstə gəlsin 4-ün kvadratı 16 edir 32. Keçirəm bu səfər tərsinə 8 olan bu operatoru tapdım. Sol tərəfdə 7x 105-ə bərabərdirsə, deməli x olacaq 15. Sağ tərəfdə 5y 20-yə bərabərdirsə, deməli y olacaq 4, düzdürmü? Bəli. Bu da bərabər olur. X çıxılsın, yəni 15 çıxılsın. 3y, yəni 3 vur 4, 12. Bu da edir 3. 32 ora oldu, 3 bura oldu. Cəmi olur 35, cavab oldu A variantı. Problem var? Bəli, çox sağ olun. Müəllim, Buyur. burada biz 15-dən 12-yə hardan tapdıq? Orada mən itirdim sistemi. Mən burada necə cavab ala bilmədim, bilmirəm. Əslində çox rahat sual imiş. Bəli. Bərabər elədik də. Operator tapdım. Sol tərəfdə 7x 105-ə bərabərdirsə, deməli x də 15-dir. 105-i böldüm 7-yə. Sağ tərəfdə 5y-in yerində 20 dayanıbsa, deməli 20-də 4-də 5 vurmuşam 4-ə eləyib 20. X oldu 15, y oldu 4. Buradan suallar var başqa?
Müəllim, 13-ə baxın da cavabı ala bilmədim. Mən çıxmadı düzgün cavab. Başlayıram, Ya baxıram nə hesablama oldu. səhv elədim, ya da nə bilim. 12 sonra 13 sonra 14. Gedirəm sənə lütfen. 13'e baxaq. 12-ci sual. Birinci bu operatoru tapdım. Sol tərəfdə 13y 39-dursa, deməli y-imiz 3-dür. Sağ tərəfdə 13x 26-dırsa, deməli x-imiz 2-dir. X vur y üstəgəl 2. Yəni 2 vurulsun 3, 6, üstəgəl 2 eləyir 8. Keçim ikinci operatora. Bax, üçbucağı tapdım. 12y 24-ə bərabərsə, deməli y 2-dir. 12 vur 2, 24 eləyir. X kubu 125'dirsə x də 5'dir. X oldu 5, y oldu ki 5'dən də 2'nin toplayıram eləyir 7. Birinci ifadə 8 olmuşdu, ikinci də oldu 7. Cəmi bulur 15 Y variantı. Onca Müəllim, bu baxaq. olmasa... Aha. Aha, heç nə. Mən 24'ü soruşacaqdım, o da Hə, 24-də də bax. Onca baxaq. Baxın, bunların hamısı bax 10-dur, 11-dir, 12-dir, 13-dür. Müəllim, Hamısı asan deyil. Tapa aha. bilmişəm. Sadəcə axırda elə bir gəldim, o cavabı ala bilmədim də, bilmədim variantda cavab çıxma. Ya hesablama səhv eləmişəm. Gəl baxaq. Baxaq. Aha. Dairə operatorunu tapdım. 5A-mız 40-dırsa A neçədir? 8, B-dəki A, 4-dür. bəli, B kvadrat 16-dırsa B-də 4-dür. 8-i bölürəm 2-yə. Üstünə gəlirəm 3 vurulsun 4-ü. 16-dır orada cavab. Oldu 16. Hı hı. Kvadratı tapdım bu səfər. A Və kubu 4-dür orada. 64-dürsə A 4-dür. B də 3B 4-dür. 12-dirsə B də 4-dür. 4 üstə Orada gəl da 8 elədi 12. 12. Hə. O da 3-dən 8-dir. A3, B8. A nədir? 3. Yaxşı bax. 4A Amma mən yerlərini 16-dırsa qarışdırmışam. Elə bir 12-yə birincini yazmışam, 16-ya ikincini yazmışam. ya yo yo. Sol tərəfdə 4A'mız 16-dırsa A'mız eləyir 4. 4 hə. 2B 12-dirsə B'miz edir 6. 6. 4 üstə gəlinsin 6-nın kvadratı. Yəni 36 edir. Bu da 40. Şöp bitdi Bəli. getdi. Hə, Cavabı hesablama səhvi deyil, əslində bir dənə gözümdən qaçır. Keçdim 14-ə. 14-cü sual. Günəşi tapdım. Bir çıxılsın A 16-ya bərabərdirsə, buradan A nəyə bərabərdir? Birdən nəyə çıxsan 16 ala bilərsən? 15. Hə. Mənfi 15-də düzdürmü? Deməli, hamımız mənfi Bəli. 15-dir. Sağ tərəfə baxıram. 1 çıxılsın B 13-ə bərabərdirsə, birdən nəyə çıxsan 13 eləyir? Mənfi Mənfi 12. 12-dir. Gəl A-nın yerinə mənfi 15, B-nin yerinə mənfi 12 qoy hesabla. Mənfi 15 vurulsun. Mənfi 12 bölünsün. Mənfi 12 çıxılsın. Mənfi 15. Mənfidir mənfiyə vurulmuş müsbət 180 alınır. Burada da 2 dənə mənfi müsbət elədiyinə görə 15 çıx mənfi 12 3 yazıram. 180-i bölürəm 3 edir 60 cavab olur A variant. Problem var burada. Müəllim, mən bilirsiniz nələri başa düşmədim? Həcəridir. Deməli, orada siz elə bil ki, yerinə qoymaq olanda yaza bilirəm, rahat yazıram. Ancaq o var bəziləri operatorlar aşkar olmur. Onu əvəzləyib yaza bilmirəm. Bir dəfə tərsinə başqa cür yerləşdirirsiniz, bir dəfə başqa cür. O suallar vardı, onların heç birini yaza bilmədim. Bildiniz hansını dedim? Burada problem yoxdur bu hissədə. Yox, yox. Tamam, o hissələrə gəlin inşallah baxarıq. Yaxşı mı? Deyərsiniz baxarıq görərik çətin. Yaxşı, tamam. 14-dən sonra 17. 17-yə baxaq.
17-ci sualda yenə operatoru tapdım. A-nın yerində A-nın özü verilib. Sağ tərəfdə B-nin yerində 1 verilib. A-nın yerinə A qoyuram. Qalır 3A kvadratı. Üstəgəl B-nin yerinə 1 qoyanda 5 vur 1 edir 5. Şu, cavab da nəyə bərabər olmalıdır? 32. 3A kvadrat plus 5 32-dirsə, buradan 3A kvadrat edir 27. A kvadratı 9-dursa, A da bərabərdir 3-ə. Doğru cavab olur C variantı. Müəllim, bir də 36-da cavaba baxa bilərik. Orada da sual səhvdir. 82-dir də cavab. 82-dir, bəli. Variant. Hə, Bəli, variant düz, düzdür. düz. 19. 18, 19 kimin sualı idi? 9. İlahi səsi aça bilirsənmi? Bəli, mənim buyurun. 18 düzdür. Ümumiyyətlə mən yaza bilmədim onu. Yəni burada 2-dən də bir üç bucaqda, yəni 2-nin kubu 8-dirsə, orada ilişdim. 8 Bax, birinci mötərizənin içini əldə edirəm. Bəli, 3 bucaq 2 verib, düzdürmü? mən 3 bucağı tapdım, onun yerinə qoydum 2. 2-nin kubu elədi 8. 8 nəyin cavabıdır? 3 bucaq 2-nin, düzdür? aha, Şimdi bu 3 bucağı 2-ni silirsən. Sildim, hop, bu getdi. Alınan cavab 8-dir, yerinə 8-i qoyursan. Nə alındı bu səfər? Dairə 8, düzdür? bəli, Bu səfər də dairəni tapırsan. Dairənin sağında neçədir yanır? 8. Qoyursan 8 yerinə. 64 eləyir cavab. Söhbət bitdi, getdi. Bildim mən. Müəllim, 40-a baxa bilərik. Baxacaq. Narahat olma, hələ sırayla gedir hələ. 40-a kimi yolumuz var. 23. Salam müəllim. Salam Abbas, salam. 22, 23, 24 tipli sualların həlli. Baxın, gedişi konkret olaraq yadınızda saxlayın. Konkret, eyni şey formada gedəcək. 23-cü suala baxın. Bax, birinci nə dedik həmişə? Mötərizənin içinə baxırıq, düzdürmü? Ben bu heç vaxt dəyişmir. Mötərizənin içinə baxıram. A 3 bucaq nəyə bərabərdir? A kvadratı minus 7-yə. Gəlirəm A 3 bucağı silirəm. Yerinə A kvadrat minus 7-ni qoyuram. Bax, bayaqki kimi. Gəl bunu silək. Bax, bunu sildim. Bax, yoxdur artıq. Yerinə qoyuram. Bu A kvadrat minus 7-ni. Burada problem olan var. Bəli. Bu dediyim cümləni yadda saxla. Kvadrat operatorun sağında A var. Kvadrat operatorun sağında A kvadrat minus 7 var. Bu ifadə bilirsən nə deməkdir? Birinci bu ifadənin sən mənasını izah edeyim. Yəni bir dəfəlik yadınızda qalsın. Bu ifadə bizə onu demək istəyir ki, sən kvadratın sağında nə görsən, həmin gördüyün ifadəni yüksəldərsən kvadrata 81 çıxarsan. Yəni burada fərqi yoxdur. Məsələn, burada A-nı görüb yüksəldib kvadrata 81 yazıb. Burada məsələn A-nın yerinə 8 qoysan, 8-in kvadratından 81 çıxarsan. A-nın yerinə gəlib məsələn A plus B qoysa, A plus B-nin kvadratından 81 çıxarsan. Yəni sənə demək istəyir ki, kvadratın sağında nə görürsənsə, onu yüksəlt kvadrata. Mən də baxıram ki, kvadratın sağında A kvadrat minus 7-ni görürəm. Kvadrat operator A kvadrat minus 7 bərabər olur. A-nın, yəni A-nın yerinə nə deyənib kvadratın sağında? A kvadrat minus 7. Bu ifadəni yüksəldirəm kvadrata. 81-i də çıxanda cavab olaraq mənə verməlidir 0-ı. Və bir də sürətli deyirəm. A3 bucağın yerinə gətirdim. A kvadrat minus 7-ni qoydum. Burada mən baxıram ki, kvadrat operatorun gördüyü iş yanındakı ədədi kvadrata yüksəltməkdir. Mən də bunun yanındakı ifadəni, yəni A kvadrat minus 7-ni yüksəltdim kvadrata, çıxdım 81-i. Məsələn, burada A kvadrat yox. 2 vurulsun A olsaydı, mən də bu A kvadrat minus 7-ni vuracaqdım 2-yə.
Və yaxud burada A bölünsün 5 olsaydı, mən də A kvadrat çıx 7-ni böləcəkdim 5-ə. Yəni A-nın başına nə oynatırsa, mən də eyni işi A kvadrat minus 7-nin başına atıram. Problem var burada. Xeyr müəllim, çox sağ olun. Əla. Şu, bu ifadə olmalıdır 0. A kvadratı minus 7-ni kvadratı bərabər edir 81-ə. Daha heç vaxt burada bu müxtəsər mat üstünü açmağa ehtiyac yoxdur. 81 bilirik ki 9-un kvadratıdır. Deməli A kvadrat minus 7 bərabər 9 olmalıdır. A kvadrat bərabər 16-dırsa, A-mız da bərabərdir müsbət 4-ə. Doğru cavab olur C variantı. Sonra, məsələn, bax 24-dür. Bu 22 yaza bilməyənlər. Müəllim 24 nə? 24-də indi yazdım. 5 Aha, alınmalı idi cavab orada B variantı. Yəni sizin dediyiniz həllə uyğun düzdür. yazdım. Düzdür, Hə, düzdür, sağ bəli. olun. Buyur. Ya məsələn 24-də onlandı, 22 də onlandı. Bu 23-ü yaza bilməyən tələbələr bir dənə o 22-dən 24-də dairəyə alın, bunu işləyin. Əgər gələn səfər yenə ala bilməsəz, yadıma salın, gəlin dərs yenə baxaq həmin suallara. 24-dən sonra deyin gəlsin. 36 görəməlik burada. Müəllim 29, 27-yə baxa bilərik, 27. 27-yə baxaq. 27, 29. 27-yə baxıram. Müəllim, Bəli, bundan sonra fiqur ədəd əlaqələrini keçirəcəyik. Amma verə sizə. Yoxsa bəli, necə? bəli. Bəli, fiqurədə də əlaqədar. Bir də qeyri-aşkardan biraz. Yox, qeyri-aşkar elə ki, sən verdiyimdən 2 vaxt olsa tamamlayacaq. Vaxt olduqca. Əlavə mən əsas fiqurədə də verəcəm. Çünki 100 dənə testdir. O da kifayət qədər yorucu suallar var orada. Hamısını verə sizə də ona elə. Hamısını bəli. Aydındır. Bir dənə də 15 suallıq quiz atacağam. Fiqurədə də olmayacaq. Bu aşkar, qeyri-aşkar, ardıcıllıq, sudoku və toşkaya 15 sual bir dənə quiz göndərəcəm, onu işləyərsiz. 22-də baxırdıq ha. 27, 30-a da baxacaq, bəli. Və 27-də baxıram. Və birinci bərabərlik sualını həll edirəm. Rombu tapdım. Sol tərəfdə A-nın yerində verilib C. Sağ tərəfdə B-nin yerində verilib 6. Bərabərdir. 2A, yəni 2 vurulsun C, 2C. Üstə gəlinsin 3B, yəni 3 vur 6, 18. Bu ifadənin cavabı oldu 2C plus 18. Buradan problem var. Xeyr, yoxdur. Əla, şu. Get sağ tərəfdə eyni qaydada həll edək. Yenə rombu tapdım. Sol tərəf bu səfər 6-dır. Sağ tərəf 4-dür. 2 vur 6, 12. Üstə gəl 3 vur 4, 12 elədi 24. Demək bu da olur 24. Bərabərdir 24-də. 2C plus 18-i 24-də 2C eləyir 6. C də bərabər eləyir 3-ə. Doğru cavab olur B variantı. Mən sadəcə bilmirdim necə yerləşdirmək lazımdır. Çox sağ olun. Buyur, xoşdur. Seçdim 29-a. 29 sonra 33. Ha, bu 33-də kütləvi problem var. Görə bu 33 nə idi ki? Hə, işlə. 29 həll edirəm indi. Bir dənə 29 həll edib 33-ə keçənə kimi bir dənə ipucu deyim. Həmin yazmayan tələbələr bir dənə bu şəkildə yoxlayın. Yəqin ki 32-ni yazmısınız. Burada necə edirdi? Birinci mötərizəni həll edib aldığım cavabı qoydum yerinə. Şimdi burada da birinci eyni qayda. Bu mötərizəni həll eləyəsən, aldığın cavabı yerinə qoyub elə davam eləyəcəkdir. Müəllim, 29 orada 40 alınır, 33-də cavab. Mən cavabı almışdım. əzbər bilmirəm axı. Hə, tamam. Elə bir Aydın. variant var. 40'da 30'da cevap 40'tı. Hə, 40. tamam. Sağ olun. 10 vur 4, 40. Bəli, 40 imiş, deyil, bəli. İndi qayıdacam 33-ə. Bir dənə gedişatı göstərim sadəcə. İndi 29 izah eləyirəm. 33-ə gələnə kimi bir dənə həmin formada baxın. Mən 29 izah edib qayıdacam 33-ə. 29. Üçbucağı tapdım. 3A-nın yerində 9 dayanmış. A-mız olur 3. Sağ tərəfdə B-nin də yerində dayanıb M. 3-ün kvadratından çıxıram M-i. Gelir 9 minus M. İndi sağ tərəf əldə edirəm. Bu səfər operator ürəkdirsə ürəyi tapıram. Sol tərəf, yəni A-mız M-dir.
Sağ tərəf 4B 12-yə bərabərdirsə, B-miz olur 3. Və bərabər olur. 2 vurulsun A plus B, yəni M plus 3. Gəlirəm bu ifadəni də silirəm, yerini yazıram. 2 vurulsun M plus 3. Burada problem var. Şəkil bərabərdir onda. 9 çıxın bərabərdir. Vurub açıram mötərizəni. 2M plus 6-ya. Burada 3 bərabərdir. 3M-ə. M də bərabərdir 1-ə. Doğru cavab olur A variant. Bəli. 33 asandır. Bəli. Yəni sürəsinə sürətli keçim. Birinci 3 ilə 5 həll edirəm. Həmişə birinci mötərizəni həll olunur. Sıraya baxmayın. Həmişə mötərizəyə baxın. Sol tərəfdə R-in yerinə 3 qoy. Sağ tərəfdə S-in yerinə 5 qoy. R-in yerinə 3 qoy. S-in yerinə 5 qoy. 3-ü vurursan, mənfi 2 edir, mənfi 6. Gəlirəm bu ifadəni silirəm. Yerinə yazıram mənfi 6. Şu. Bu səfər alındı. 4 operator mənfi 6. Bu səfər yenə eyni qaydada. Operatorun solunda R-in yerində 4-dür, sağında S-in yerində mənfi 6-dır. 4-ü vururam, 4 minus mənfi 6-ya. Yəni müsbət 6 olur da bu. 10 vur 4 edir 40. Cavab olur D variantı. Müəllim, burada ikinci dəfə yerinə qoya bilərik. Necə ikinci dəfə? Məsəl üçün, burada R-in yerinə 3 qoyduq, S-in yerinə 5 qoyduq. Mən mənfi 6-ya qədər gəldim, amma qayıtmadım bir də. Dedim, yəqin səhv olar. Yox, niyə ki? Mənfi 6 bayaqki ifadənin cavabı idi, düzdürmü? Burada yazılan ifadəni. Mən o ifadəni götürdüm, yerinə mənfi 6 qoydum. Sonra 4 operator mənfi 6-nı başlayacağım həll etməyə. R-in yerinə 4, S-in yerinə mənfi 6 qoyuram. Bəli, başa düşdüm. Çox sağ ol. Buyur. Otuz dörd. 34-cü sual. Şeydə birinci 34-də hardan başlayacaq? Müəllim, burada A-nın yerinə 3-dür, B-nin yerinə 7-dir. Aha. Mən birinci musiqini tapmışam. Ay, tapıram. 3, 7 Bəli, qoydum. 3-lə Həll edim. 7-ni topladım, böldüm 2-yə, elədi 5. Şöb oldu 5. Bəli. Sonra Sonra nə üç edin? bucağa baxırıq, müəllim. Üç bucaqda A 3-dür, B 2-dir. 3 Aha. vurulsun, 3 çıxılsın 4. O Aha. da Neçə edir? bərabərdir mənfi 3-ə. Ha, bu da olur mənfi 3, düz. Bəli. Nə qaldı indi? Ha, buranı 5 aldın, buranı mənfi 3 aldın. İndi alındı Bəli. 5, 3 bucaq mənfi 3, düzdür? Bəli. Bu səfər yenə 3 bucaq tapıram. Bu səfər soldakı rəqəm 5-dir. Sağdakı rəqəm nədir? Mənfi 3. Mənfi 3. 3 vurulsun. A, yəni 5 çıxılsın. Mənfi 3 2-yə vuranda mənfi 6 edir. Onlar müsbət alınır. Orada. Deyir 33 C variantı. Bəli, çox sağ ol. Buyur. 42. 42-yə kimi? 40 deyilmiş deyəsən bir yer. 40 eşitmişdim. Yox, 40, 36 da var. Mən bəs orada 3-ün kvadratını niyə yazmadıq biz? Harda? De, orada 3-ün kvadratı var ya, aç 2B-nin qabağında. Mən 3 nə? kvadrat. 3 vur deyə bu 3-ün kvadratı deyil axı. Все, kvadrata oxşatdım. Üstündəki 2-ni kvadrat başlayıb. Ay, bu birinə aiddir. Sev. Hə. 36. Hə, 36-da kimin sualı idi? Leyla 36-da cavab 82-dir. 82 almısansa düzdür. 82 almamısansa denən baxaq. Amma 82 almısansa düzdür. Variantları yox idi düzgün versən. Mən də 82 almışdım müəllim. Elə Düzdür. bildim. Düzdür. Mən səhv eləmişəm. Yox, düzdür. O sualda variant yox Bəli, idi. mən də onda 82 almışdım. Hə, Amma düz almış 82. 82. Bəli, 82 variantlar yox idi. Aha. 40 eşitmişdim. Bir 41 42. Ümumiyyətlə bunun üçü də eyni tiplidir. Gəl məsələn bunlardan hər hansısa birinə baxaq. Məsələn
40-a da baxa 42-dir. İkisinə baxa 41-i evdə eləyərsiniz. 40-a baxa məsələn. Və mövzuda məsələ nədir? A kvadrat operatoru 5 ilə bağlı verib ki, bərabərdir 4A kvadrat plus 25-ə. Yəni burada artıq bir növ qeyri-aşkarlıq var. Buradan artıq mən düsturu özüm tapmalıyam. Düsturu nəyə əsasən tapacağam? Bax, burada yazıram A kvadrat operatoru B bərabərdir. Bu məsələ nədir? İndi mən burada düstur tapmalıyam. Bax, məsələn, A operatoru B yazmışam. Məsələn, bax, bunu aparıb yerinə qoysam, bax, operator tapdım. Sol tərəfdə A-nın yerində A-dır. Sağ tərəfdə B-nin yerində 5-dir. Və bu alınıb 4A kvadrat plus 25. İndi məsələ nədir? Deməli, sən operatorun solundakı ədədi kvadrata yüksəldib 4-ə vurmalısan. Sağındakı ədəd isə 5-dən 25 alıb. Biz 5-dən 25 almaqdan ötürü nə etməli? 5-dən 25 necə ala bilərsən? 5'in kvadratı. Birinci versiya kvadrata 5'e yüksəldə bırak. bilər. Və burada yazıram. 4A kvadratı plus B kvadratı. Və yaxud 4A kvadrat üstə gəl 5B. Yəni 5-i 5-ə də vursam 25 edir. Hətta bir dənə də versiya ola bilər. 4A kvadratı məsələn üstə gəl B plus 20. 5-in üstünə 20 gəldən edir 25 məsələn. Yəni deməli bu ifadəni bu şəkildə salmaqdan ötürü 3 dənə düstur var sənin qabağında. İndi hardan biləsən hansı düsturu tətbiq eləmək lazımdır? İkinci verilən rəqəmləri yoxlamaqla. İndi kvadratı tapıb sola 4, sağa 4 qoyub hesablayacağam. Bu 3 dənə düsturdan hansı mənə 80 versə, deməli mənə lazım olan ifadə, yəni düstur o imiş. Birincidə elə başlayıram yoxlamağa. A-ya 4, B-yə 4 qoyuram. Burada yerinə qoyub yoxlasam, A-nın kvadratı 16 vur 4, 64 eləyir. 64-ün üstünə 4-ün kvadratı 16 gəlsə, həqiqətən də 80 eləyəcəkmiş. Deməli, mənə lazım olan ifadə bax bu imiş. Yəni, A kvadrat B-nin gördüyü iş 4A kvadratın üstə B kvadratın gəlməyiymiş. Burada problem var. Müəllim, mən başa düşmədim. Bax bu 25-i ki Ha? biz 5-in kvadratı kimi yazdıq. Mənim ağlıma Bəli. keçərək gəldi bir dənə düstur var. A plus B vurulsun məsələn B minus A kimi. Burada Yox, məsələn müxtəsər. 4A-nın kvadratını niyə məsələn 2A, 2A belə götürmədik ki? Yox, mən burada müxtəsər tüsəl eləmirəm axı. Hə, amma nə Bu ayrı bilim, bir mənim şeydir. ağlıma. Yox, burada normalda bizə məsələn də normal bir dənə sual göstərir məsələn. Adi bir sual. Məsələn, deyə burada baxıram. Sən A günəş B ilə bağlı mənə verib ki, A-dan B-nin neçə usta 2 gəldi, düzdürmü? Hı. Bu mənə verdiyi ifadə mən dəyişə bilmərəm axı. Burada da mənə verib 4A kvadratı. Mən onun öz başına verilən cavabı necə dəyişəm? Bəs Belə 25-i deyim də, niyə nə deyir odur? dəyişdik Söz. ki? Necə? Bəs əgər 4A kvadratını dəyişmirdiksə 25-i niyə dəyişdik? 25-i dəyişmirəm. 25 alınan cavabdır. Mən bu düsturu tapmalıyam Aa, ki, bu 25-i necə alıb? hə, bildim. Deyib ki, bax, B-ni yerinə 5 qoyub 25 eləyib. Deməli, burada B kvadratı imiş ki, 5-i yüksəldib kvadrata 25 eləyib. Məsələn, normalda bax, elə bir belə həll eləyib də. A operator B bərabərdir 4A kvadratı üstə gəl B kvadratı. Bax, düstur bu imiş elə bil ki. Bu da gəlib bu həll eləyəndə, bu ifadəni həll eləyəndə. A-nın yerinə A qoyub, alınıb 4A kvadratı. B-nin yerinə 5 qoyub, 5-i yüksəldib kvadrata alıb 25. Alınan cavabı göstərir sənə. Sən düstur özün tapırsan oradan öcə. Düstur deməli bax bu Hə, imiş. başa düşdüm. Hə. Sən bax 4 ilə 4-ü həll edəndə eyni qaydada bax. 4 ilə 4-ü aparıb qoyuram yerinə. A4, B4. A kvadratı 16 vur 4 eləyib 64. Üstünə B-nin kvadratını 16 gəlmişəm eləyib 80. Məndən 4-dən 3-ü istəyir. 4-dən 3-ü aparıb qoyacam yerinə. Sol tərəf A-mız 4, sağ tərəf B-miz 3. 4A-nın kvadratının üstünə, yəni 16 vur 4, 64-ün üstünə 3-ün kvadratını 9 gələcəm, eləcə 73 A variantı. Problem var burada. Müəllim, bu bir növ tənlik kimidir də. Bir növ qeyri-aşkardır burada. Deyib ki, düstur çıxarırsan da oradan. Müəllim, indi bu 41-də də onda məsələn A kvadratı göstəribsə, mən 9-un yerinə 3, 4-ün yerinə 2, elə gedəcəm də.
41-də bəli 6 plus 6 olur. 41-də. Bax düsturda nə verib sənə? Sol tərəfdə a kvadrat verib, düzdürmü? Sağ tərəfdə 4 verib. Sağ tərəfə dəymirəm. B olaraq saxlayıram. A kvadratı 9-a bərabərdirsə, A-mız neçədir? 3. A sağ ol. O birisi B-ni də 4 2. verib sənə. Hə. 6-nı A-ya vurub 4-dən 24 alıbsa, 4-dən 24 necə alarsan? 6-ya vuraram. A sağ ol. Deməli sağ tərəfdəki rəqəmi 6-ya vurulmuş. Bəli. Yəni, bax düstur olur bax bu şəkildə. 6A plus 4-dən dedi 24 necə alır? 6-ya vurmaqla. 6 plus 6 bir. Düstur bax budur. Sabahca 42 düstur sürətdə çıxardaq. Bax, A dairə 5 ilə bağlı nə verib sənə? 3A kvadrat plus 20. Sol tərəfdəki rəqəmi kvadrata yüksəldib 3-ə vurub. 5-dən 20 alıbsa, 5-dən 20 necə alaram? 4-ə vuraram. Bəli. Deməli, A operator B bərabərdir. 3A kvadratı plus 4B. 4B. Burada da həqiqətən yerinə qoyub yoxlasan. 4, 4 qoysan. 16 vur 3, 48. Üstə gəl 16, 64 eləyir. 4. Burada 4 dənə 3 yerinə qoyub həll edirəm. 16 vur 3, 48. Üstə gəl 12 eləyəcək. 60 cavab olur A. Sonra 42-dən sonra deyin gəlsin. Müəllim 67 ilə 75. 46, 48 sonra keçir 60-lara. 46-ya Vay baxaq. müəllim, burada baxa bilərik 43-ə zəhmət olmasın. 43-ə baxaq. Birinci dairəni həll edirəm. 2A kvadrat 8 isə adil A neçə olacaq? 2, Neçə? 2, 2 bəli. 3B 6-dırsa B neçə olur? 2 o da 2. Bəli. 2-nin kubundan 2-nin kvadratını çıxıram. 8 çıx 4 eləyir 4. Düzdür? Bəli. Hə, burada 4 kvadrat 3 aldıq, onu da yerinə qoyuruq. Başa düşdüm müəllim, çox sağ olun. Hə, buradakı A bölü 4. 4-ə bərabərsə A-nı 16 götürürsən. B bölü 3. 3-ə bərabərsə B-də 9 götürürsən hesablayırsan. Bildim müəllim, çox sağ olun. 46. Qırx altıncı sual. Bax, həll edirəm 46-cı sualı. Üçbucağı tapdım. A-nın yerində 6-dır. B-nin yerində 2-dir. A-nın yerinə 6 qoyuram. B-nin yerinə 2 qoyuram. A-nın yerinə 6 qoyuram. B-nin yerinə 2 qoyuram. İndi birinci gəl bunların cavabını tapaq. 6 dairə 2-nin cavabını axtarıram. Gəlirəm aşağıda dairəni tapdım. A-ya 6, B-yi 2 dedim. 6 üstə gəl 2 bölü 2 elədi 4. Deməli birinci ifadənin cavabı bərabərdir 4-ə. Burada problem var. Bu ifadəni sildim. Aldığım cavabı 4'ü qoydum yerinə. Üstə gəl. Bu səfər 6 kvadrat 2-ni axtarmalıyam. Bu səfər gəldim kvadratı tapdım. A-ya 6 yenə B-yi 2 qoydum. 6 dairə operatoru 2. Dairəni tapanda 6 ilə 2-ni qoydum yerinə. 6 üstə gəl 2 bölü 2 elədi 4. 4 oldu 6 dairənin cavabı. Qalxıb 6 dairənin yerinə 4'ü qoyandan sonra 4'dən də 1 çıxsam 3 alıram. Deməli 6 kvadrat 2 bərabərdir 3-ə. 4 dən 3-ün də cəm eləyir 7. Burada problem var. Əla. Bunları sil getsin. Bu səfər 7 kvadrat 5 axtarım. Tez kvadrat tapdım. Sol tərəfə 7, sağ tərəfə 5 qoydum.
A7, B5. Gəldim dairəni tapdım. A'ya 7, B'yə 5 qoydum. 7 plus 5 bölü 2 elədi 6. Harada dairənin yerinə 6-nı qoysam, 6 minus 1 deyir 5. Bu da oldu 5. Qalanda 7 dairə 5. Və 7 dairə 5 də bir burada hesablamışıq. Nəyə bərabər idi? 6-ya cavab olur D variantı. Problem var. Allah. 48. Sən bax 48 də asıl operatorlardır yenə. Mərtəbə yerinə qoy hesabla. Birinci. Yenə mötərizəsinə baxıram. 2 kvadrat operatoru 2. Kvadratı tapdım. Sol tərəfə yeni 2-ni qoydum. Sağ tərəfə yeni 2-ni qoydum. 2 vur 2 4 çıxılsın. 2A yəni 2 vur 2 4 3 bucaq B yəni 2. Bizə nə lazımdır burada? 4 3 bucaq 2-nin cavabı düzdürmü? Gəlirəm 3 bucağı tapıram. Sol tərəf A-ya 4 deyirəm. Sağ tərəf B-yə 2 deyirəm. A-mız 4 dairə operatoru. B-miz 2-dirsə 2 B-mizdə olacaq 4. Üstə gəl 2A yəni 2 vur 4 8. Dairə operatoru B yəni 2. Bu dairə operatorunda gördüyü iş nədir? Sadə toplama. Burada 4 ilə 4-ü toplayıram 8 eləyir. Burada 8 ilə 2-ni toplayıram 10 eləyir. 8 ilə də 10-un cəmi elədi 18. Qalxıram yuxarı 3 bucağın da yerinə 18 qoyuram. 4 çıxılsın 18 edir, mənfi 14. Burada problem var. Bir şey soruşabilirim. Buyur. Siz o üç bucaqdan aşağıya B'nin qiymətini 2 yendirdiniz. Onu 2-ni hardan aldınız ki? Öz vermiş də beni. Mən onsuz da burada 2 kvadrat 2-ni Söz axtarmıram. söz. Onu okey. B'ni öz vermişdi. Bəs 4 çıx 4 idi. Niyə onun yerinə 4 yazdıq? 4 operatora aid deyil axı. Bunlar ayrı şeydir. Mən yazmışam 4 çıxılsın 4 3 bucaq 2. Bu operator ayrıdır. Mən heç vaxt bu 4 çıxmanı buna qata bilmərəm. Birini bunu x kimi düşünün. Yəni bu kəmiyyət dəyişilməzdir. Buna toxuna bilmərəm axı mən. Bu 4-ü heç vaxt gəlib bu kəmiyyəti çıxa bilmərəm. Bu kəmiyyəti dəyə bilmərəm. Bu operator bu ayrı kəmiyyətdir. Bunun qiymətini tapandan sonra 4-dən həmin qiyməti çıxa bilərəm. Yəni heç vaxt burada 4 çıx 4 0 operatoru 2 yaza bilmərəm. Yəni operatorun daxilinə heç vaxt müdaxilə etmək olmaz, heç vaxt. Okey, anladım. Ona operator kimi baxırıq deyənə çıxmırıq. 4 çıx 4 Bəli. düzdür. Bəli, bəli. Anladım. Çox sağ olun. Bu oldu mənfi 14. Silim yenə yazdım mənfi 14-ü. Alanda mənfi 14, dairə 20. Bu səfər dairəni tapdım. A-nın yerinə mənfi 14 qoyuram, B-nin yerinə 20 qoyuram. Mənfi 14-ün üstünə 20 gəlirəm, edir müsbət 6. Doğru cavab olur D variant. Bu 8-dən sonra 51. 51 yenə asıl operatorlardır. Baxın, hamısı eyni formada gedir. Bax, yenə 3 rombu 2 axtaranda rombu tapıram. Sol tərəfdə x-im 3-dür. Sağ tərəfdə y-im 2-dir. X-ə 3 qoyuram, y-ə 2 qoyuram. Düşürəm dairəni axtarmağa. X-ə 3 deyirəm, y-ə 2 deyirəm. X-ə 3 deyirəm, y-ə 2 deyirəm. Düşürəm bu səfər kvadrat axtarmağa. X-ə 3 deyirəm, y-ə 2 deyirəm. 2-nin kubundan çıxıram. Daha doğrusu 3-ün kubundan çıxıram. Yəni 27-dən çıxıram. 2-nin kvadratı yəni 4 edir 23. 23 oldu 3 kvadrat operatoru 2-nin cavabı. Gəlib burada bunun yerinə 23-ü qoysam. 23 üstə gəl 2 eləyir 25. Dairə 25 alındı. Burada da dairənin yerinə 25 qoysam. 3 vur 25 75 çıx 1 eləyir 74. Deməli bu ifadənin cavabı oldu 74. Burada problem var.
Əla. Keçək ikinci mötərizəni həll eləyək. 4 dairə operatoru 3. Dairə operatorunu tapdım. Yenə sol tərəfə 4 qoyuram, sağ tərəfə 3 qoyuram. 4 kvadrat operatoru 3. Gəlirəm kvadrat axtarıram. Sol tərəfə 4 qoydum, sağ tərəfə 3 qoydum. 4-ün kubundan, yəni 64-dən çıxıram 3-ün kvadratı, yəni 9-u. Eləyir 55. Gəlirəm 55 də bura qoysam, 55 üstəgəl 2 deyir 57. Bu da oldu 57. Vəsə. Toplayıram eləyir 131 B variantı. 51-dən sonra qeyd edin suallara baxaq. Oxşar tipli suallar çıxsa, birini izah edib birini saxlayacağam evə ki, evdə təzədən bir dənə göz gəzdirərsə, eləyənməsəz baxarıq təzədən. Oxşar tipli suallar olanda. Çünki təzə dərsə də vaxtımız qalsın. Müəllim, 70-dən öncə 67-yə baxmaq olar? Baxaq. 67. Müəllim, Aha. bilirəm oxşardı, amma olar ki, ya 65-ə, ya 66-ya baxın, çünki kəsr hissələrini mən yaxşı bilmirəm. Zəhmət Baxın. deyilsə. Aha, 65, 66, 67. Baxın, üçü də eyni tipdir. 67-ni yazmısınız? Reyhan xanım, siz 67-ni yazmışdınız, solda qalmışdı. yox, 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 bu kəsrləri yazmamışam heç birinə. Ona gəlir 67-yə baxaq da yaxşımı? Tamam, əla, olsun. Hələ, üçü də eyni tipdədir. 67-yə baxıram. Bax, bizdən 2 üçbucaq 2 istəyir. Üçbucağı tapdım. A-nı yerinə 2 qoyuram, B-ni yerinə 2 qoyuram. Bu həmçinin burada A-nı yerinə 2 qoyuram, B-ni yerinə 2 qoyuram. Qalan ifadəni kənardan yazıram. 2 üstə gəlinsin. 2 üçbucaq operatoru 2 böl 2 böl 24 bərabərdir. 2 vur 2 4 edir. Üstünə 2 gəlirəm 6 edir. Yəni 6 da 2-yə bərabərdir. Burada problem yoxdur. Müəllim, başa düşdüm. Mən şeyi səhv eləyirdim. 2 3 bucaq 2-ni də həll eləyirdim mən. Ona görə səhv alınırmış, bildim. Qoydum orada yerinə qaldı. İndi burada məsələ nədir? Mən bu 2 operator 2-yə 1x kimi baxa bilərəm də. Çünki mən bu 2 operator 2-ni olsa işləməyəcəm axı bunun üzərində. Yəni bax heç vaxt daha bu 2-ni məxrəcdəki 2-yə bölüb bir operator 1 heç vaxt yazmayın. Ha, bu yenə deyirəm, bu operatorlar toxunulmaz. Onu başqasına qata bilmərəm mən. Bunu 1x kimi düşünsəm, sanki elə bir ifadə budur da. 2 üstə gəlinsin. X bölü 2 bölü 24 bərabərdir. 6-da 2-dir də bunun məxrəcini 24-ə gətirsəm işimi asanlaşdırmaq olur. Hər tərəfini 4-ə vursam edir 24-də 8. Deməli bu ifadənin cavabı bərabər olmalıdır 8-ə. 2 üstə gəlinsin x bölü 2 bərabər 8 eləyir. Buradan x bölü 2 bərabərdir. 2-nin üstünə 6 gəlməliyim 8 desin. Bura oldu 6. X də 12 edir ki 2-yə bölüb 6 almışam. Cavab olur 12. Aydındır? Bəli, bəli, çox sağ olun. Əla. 70. Yetmişinci sual. Bizdən 4 operator 3 istəyir. Operatoru tapdım. A-ya 4 qoydum, B-yə 3 qoydum. Bax, keçən dərsdə dediyim bir cümlə var, yenə təkrar etdirəm. Sən eyni operatorun daxilində A-nı A-ya, B-ni B-yə daxil edinsə, qabağına harda çıxdı A-nın yerinə eyni qiyməti, harda B çıxdı qabağına eyni qiyməti qoyursan. Yəni mən burada A-nı 4, B-ni 3 tapmışamsa, burada 2 A-nı görəndə 2-ni vuram 4-ə yazıram 8. Yenə deyirəm, tələbələr təşkil edir müəllim, bu operatorda niyə bərabərləmirəm solu sola, sağı sağa? Biz ancaq eyni operatorda solu sola, sağı sağa bərabər eləyirik. Fərqli operatorla işimiz yoxdur. Yəni mən A-nı 4 tapmışamsa, vəsiyo, qabağıma A4 çıxdı, A-ya 4 qoyuram. 2 vur 4 eləyir 8. Üçbucaq operatoru B-miz 3 idi. 3-ün də kvadrat eləyir 9. Üstə gəl A, yəni 4. Burada problem var. Xeyr müəllim. Şuram aşağı üçbucaq operatorunu axtarıram. Sol tərəfə 8 qoyuram, sağ tərəfə 9 qoyuram. 8-in kvadratı və A-nın kvadratı görürsən, yüksəldirəm kvadratı 64. Operator 3B, yəni 3 vur 9, 27.
Çıxılsın A, yəni 8. İndi 64 operator 27 alınır. Gəldim həmin operatoru tapdım. Sol tərəfə 64, sağ tərəfə 27 qoyub hesablayıram. 64 çıxılsın 2 vur 27, yəni 54. Bu deyir 10. Gəlib bu ifadənin yerinə 10-u qoydum. Ondan 8 çıxıram eləyir 2. Qalxıram yuxarı 3 bucağın yeni 2-ni qoydum. 2-nin üstünə 4 gəldim eləyir 6. Deməli doğru cavab 6 Y variantıdır. Hə, müəllim, hesabı düz eləməmişəm. 64-dən 54 çıxıb, məsələn 13 zad almışdım. Orada çaşmışam. Hə, heç nə yoxdur. Burada səhv eləməyin qorxusuq. Dərs oldu imtahanda eləməyin o səhvləri. 70-dən sonra 75. 75. 72. 72 şərt tipli operator. Hansı şərt ödəyirsə onun yerinə qoyub həll edirəm. 3 bucağı tapdım. A-nın yerində 3-dür. Kənardakı şərtlərdən hansı ödəyirsə onu tətbiq eləyəcəm. A-mız 3-dürsə deməli 4-dən kiçikdir. Yəni bu tənliyi həll etmək lazımdır. 3 bölü 3 o da elədir 1 isə. 75. 75-ci sual. Müəllim, burada da Bu- 75-də bu mötərizənin içərisində olan AB, A kvadrat B-yə x kimi baxmaq olar, yoxsa bunu o dediyimiz Bəli. kimi tərsini eləyib Yox, olur. bir-birinə bərabər eləyəcəyik? Burada tərsinə deyil axı. Burada normal Hə, qaydada x kimi bax belə eləyəcəm. hə, tamam. Və kvadrat operatorunu tapdım. A-mız 4, B-miz 6. B-yə 6 qoyuram. 3 vur 6 eləyir 18. A-mız 4, B-miz 6, A-mız 4. Yazıram 4 kvadrat operatoru 6 bərabərdir. Elə promoy 18-dən 4 sağ yazaq 14 minus 4 kvadrat operatoru 6. Bu 4 kvadrat operatoru 6 onsuz da ikisi də eyni şeydir. Bu ikisinə də x kimi baxa bilərəm poluna. X bərabərdir 14 minus x. 2x bərabər 14 isə x də bərabərdir 7-yə. Şu cavab oldu A variantı. Yetmiş beşdən sonra 79 Müəllim, ona baxmayın, tapdım onu. tapdım. Tamam. Başqa sual olan varsa qeyd eləsin baxaq. Şu axıra çatmışıq. Öncəyə baxa bilərik 85-ə. Birinci hansı mötərizəni eləyəcək? 85. Bəli, bəli. Fərqi yoxdur. Yəni necə fərqi yoxdur? Sıra ilə gedin, tapdığınız ifadələri sonra bir-birinə təzədən kəsişdirin. Baxın. Yo, Bax, mən birinci burada mötərizə şərtlər var. Şərtlər biraz məni çaşdırır ki, əgər AB bölü 3 olsa, hansını yəni seçirik biz burada? Hansı ödəsə onu. Bax. Birinci mötərizə baxıram. 4 operator 3. A-mız 4-dür, B-miz 3 düzdür. Əgərlərin yanına nə verib? AB bölü çıx 4. Yəni bütün A-la B-ni bu ifadədə birinci qoyacam yerinə. 4-dən 3-ü qoysam, 4 vur 3, 12 bölü 3 eləyib 4. 4-dən 4 çıxanda 0-a bərabər olur. Deməli, mən bu ifadəni 0-a bərabər olan tənlidə burada qoymalıyam yerinə. Yəni 2 vur 4, 8, üstə gəl 3 eləyəcək 11. Burası aydındır. Bəli, bəli, aydındır. Əla. Burası aydın, sonra digərlərini sürətli keçin. Axırda o kəskənləri Bəli, bəli, göstərim. bəli. 5 operator 2. 5 vur 2 10 eləyir. 3-ə böləndə 3 tam neçə eləyir? Yəni oradan 4 çıxanda mənfi alınacaq cavab. Mənfi alınırsa deməli 0-dan kiçik olmalıdır. 5 üstə gəl 2B. Yəni 5 üstə gəl 4 elə 9. Sonra 2 ilə 7-ni qoyuram yerinə. A-mız 2, B-miz 7. Hasil 14-dür. 14-ü 3-ə böləndə 4 tam neçə eləyir? Yəni 4-dən böyük ədəddir. 0-ı keçir. A üstə gəl B. Yəni 2 plus 7 eləyir 9. İndi 11 ilə 9-u kəsişdirin. Alınan cavabla təzədən 9-u kəsişdirin.
Ben məsələn birinci 11 ilə 9-u kəsişdirirəm. Sol tərəfə 11 yazıram, sağ tərəfə 9. Bunun hasili 99 edib 3-ə bölünür 33 müsbət cavab alınır da yəni. A plus B-də yerinə qoyuram. 11 plus 9 edir 20. Alınır 20 kvadrat operatoru 9. Bu səfər də 20 ilə 9-u qoyuram yerinə. A-ya 20 deyirəm, B-yə 9 deyirəm. Yenə bu ifadənin cavabı müsbət olduğuna görə toplayacağım. 20 üstəgəl 9, 29. Çox sağ olun. Buyur. Aşağıdan başqa suallar varmı? Evet. Yoxsa, qeyri-aşkarın həllərini atmış demək, həllərinə baxıb bilmədiyiniz sual varsa, deyin üstündən keçək. Müəllim bağışlayın, bir dənə bu 77-yə baxa bilərik. 75 ilə eynidir, amma deyəsən mən başa düşmədim onu. Yox, eyni deyil 75-dən. Bu tərs aşkardır ki. Hə? Ya. Burada B3 qoydum. 6 vur 3, 18 çıxılsın. 2 vurulsun. Çünki burada B operatoru adaq, tərsidir. 3 operatoru 6-dır. Üstə gəlinsin B, yəni 3. Yəni 6 operator 3 bərabər oldu. 18 3 gəlb yazıram. 21 çıxılsın. 2 vurulsun. 3 operator 6. Düzdür? Burada mən 2-nə də x deyə bilmərəm axı ayrı-ayrıdır. Yerləri dəyişən təbii ki, fərqli kəmiyyət olacaq. Yəni 6 operator 3x deyirsən, bu bir növ y deyəcəkdim. Ona görə gəlirəm birinci. Bu səfər 3 operator 6-nın qiymətini axtarıb tapmalıyam. Çünki ayrı kəmiyyətdir 3 operator 6. Gəlirəm bax. 3 operator 6-nı araşdırıram. Bərabərdir. A-nın yerinə 3 qoydum, B-nin yerinə 6 qoydum. 3 vur 6 18 çıxılsın. 2 vurulsun B operatoru, yəni 6 operator 3. Üstə gəlinsin B, yəni 6. Həmsə elə bir ki, A-nın B-nin yeri dəyişdi, belə yoxlayıram. Alınır 24 çıxılsın. 2 vurulsun 6 operator 3. Burada problem var. Xeyr, başa düşdüm burasını. İndi bu səfər yenə adlandırıram. Bu səfər eynilərə, məsələn 6 operator 3-lərə gəlin x deyək. 3 operator 6-lara y deyək. Haydi, ara getdim, mən gözləyim. Alınır x bərabərdir. 21 çıxılsın 2y. Y bərabərdir. 24 çıxılsın 2x. Tənlik. Bizdən 6 operator 3 istəyir. Yəni x istəyir. Y aparıb yuxarıda yerinə qoyub x tapacam. X bərabərdir. 21 çıxılsın 2 vurulsun 24 minus 2x. Buradan da x bərabərdir. 21 çıxılsın 48 üstə gəl 4x. Əgər mənfi 3x mənfi 27-yə bərabərdirsə, x də bərabərdir müsbət 9-a. Doğru cavab olur A variantı. Problem var? Xeyr, çox sağ olun. Deməli belə. Ev tapşırığını bitirdik. Keçək təzə dərsə. Bir dənə qrupa yazım. Ola bilsin çıxan tələbələr varsa yeni dərs qoşulub bulasınlar.
Hə. Deməli belə. Aşkar qeyri-aşkar operatorlar getdi. İnşallah bu rekordda tatsam. Yəni aşkarla bağlı məncə elə bir problemimiz qalmayacaq. Yəni bir dənə də yenə çətin çəkin sualların üzərindən təzədən keçin. Yəni aşkar 100% 1 bal verən sualdır. Yəni ondan inşallah qəbul düşən sualı səhv yazmaq olmaz. İnşallah onu düz yazmalıyıq. Bu gün fiqur ədədi əlaqələrinə başlayacaq. Fiqur ədədi əlaqələri, yəni düz qeyri-aşkardan yox, sonra gəlmir. Gözləyin. Hə, ardıcıldan sonra gələn bölməli. 2.4. Fiqur ədədi əlaqələrindən qəbula düşən sual sayı çox olur. Yəni minimum 2, hətta əksər vaxt 3 dənə sual düşür fiqur ədədi əlaqələrindən. Bunun bir qismi qeyri-aşkarla demək olar ki, eyni şeydir. Bir dənə sonlarda əsas 50-dən sonra 3-4 dənə fərqli sual tipi var ki, mən əsas o sual tiplərinin üzərində köklənəcəm. Yəni əvvəllərindən sadəcə gedişatları göstərəcəm ki, necə baxmaq lazımdır suala. Yəni bu qeyri-aşkarla niyə görə deyirik eyni şeydir? Çünki qeyri-aşkar operator işləyəndə necə işləyirdi? Yazırdı məsələn 3 operator 4 bərabərdir 14. Mən bilirdim ki, 3 ilə 4-dən istifadə edib 14 almaq lazımdır. Bu səfər bu 3 ilə 4-ü bu şəkildə vermir, fiqurlarla göstərir sənə. Məsələn, dairənin daxilində 3 verir, dairənin daxilində 4 verir, kvadratın daxilində 14 verir. Şu artıq mən özüm onu təyin etməliyəm ki, 3 ilə 4-dən 14 alınmalıdır. Yəni, məsələn, bax, birinci suala baxın. 3 ilə 9 dairənin daxilində 6 trapesiyanın. Birinci həmişə ilk olaraq belə baxırsınız. Eyni fiqurun daxilindəki ədədlərdən fərqli fiqurun daxilindəki ədədi almağa çalışacaq. Yəni baxıram ki, 3 ilə 9 Sıfır dairənin olacaq daxilində. müəllim. Neçə? 0. Bəli. Bəli. Baxıram ki, 3 ilə 9 dairənin daxilindədir, 6 trapesiyan. Deməli, 3 ilə 9-dan 6 almaq lazımdır. 4 ilə 2-dən 3 almaq lazımdır. Burada toplayıb bölür 2-yə. 3 ilə 9-u toplayıram 12, bölürəm 2-yə 6. 4 ilə 2-ni toplayıram 6, bölürəm 2-yə 3. Burada 0 olmalıdır ki, 4 ilə 0-ı toplayım 4, bölüm 2 eləsin 2. Cavab olur A variantı. İkinci suala baxıram. Bax, yenə fərqli hissə mərkəzdir. Deməli, kənardan mərkəz almaq lazımdır. 3 ilə 8-dən 44-ü, 5 ilə 4-dən 36 necə ala bilərim eyni bir sonla? Topla vur 4'e. Bəli. 3, Topla 8 vur 4-ə. Kənarları toplayıram. 3 ilə 8-i toplayıram 11. Vuram 4-ə 44. 5 ilə 4-ü toplayıram 9. Vuram 4-ə 36. 7-nin 6-ını toplayacağım 13. Vuracağım 4-ə 52. Doğru cavab olacaq B variantı. Məsələn, 7-ci suala baxaq. Baxın, 7-ci sualda yenə fərqli hissə baxıram ki, tez mərkəzdə verilib. Deməli, bu səfər kənardakı 3 dənə rəqəmlə mərkəz almaq lazımdır. Yaxşı, bəs indi necə ala bilərəm bu 3 dənə rəqəmlə mərkəzi? Kvadratda yüksəldib top A7-dir. Hə. üçün toplayıb mən 3'ün toplu Bəli. 3'e böləcəm. Topla bölüçə. 10, 15, 5. Toplayıram 30, bölürəm 3-ə 10. 19, 14, 12. Toplayıram 45, bölürəm 3-ə 15. Yenə kənarları toplayıram 12, bölürəm 3-ə eləyir 4. Doğru cavab olur A variantı. Yəni, baxın, qeyri-aşkar kimdir? Verilənlərdən cavab almaq lazımdır. Məsələn, bax 8-i də göstərim, sonra fərqli formalarına keçəcəm əsas. Məsələn, 8-də baxın. Yəni, baxan kimi görürəm ki, mərkəz fərqlidir. Yəni, 2 ilə 4 cavabdır. Yəni, onları almaq lazımdır. Kənardakı 4 dənə rəqəmdən mərkəzi alacam bu səfər. Necə ala bilərəm bu 4 rəqəmdən mərkəzi? Yuxarıdakı ikisinin cəmindən aşağıdakı ikisinin cəmini çıxsaq. Bəli, düz. Yəni, bu tipli suallarda əsasən qruplaşma olur. Yəni, baxın, buna A, buna B, buna C, buna D desəm, ola bilər A ilə D-ni qruplaşdırar B ilə C-ni. Məsələn, A ilə D-nin cəmindən B ilə C-nin cəmi çıxar. Və yaxud da A ilə D-nin hasilindən B ilə C-nin hasili çıxar. Və yaxud da ola bilər eyni işi A ilə B, C ilə D üzərində görər. Və yaxud A ilə C-ni bir qruplaşdırar, B ilə D-ni bir qruplaşdırar. Yəni 4 dənəsindən birini alırsansa, çox vaxt qruplaşma olur 2-2. Təbii ki, qruplaşma olmayan hallarda ola bilər, amma birinci qruplaşmaları yoxlayıram. Burada da 12 ilə 22-ni qruplaşdırsam 34 edir cəmi. 21 ilə 11-in də cəmi 32 eləyir.
34-dən 32 çıxıram 2. Topladım 23. Topladım 19. 23-dən 19 çıxdım 4. Topladım 31. Topladım 17. 31-dən 17 çıxdım. Cavab elədi 14. C variantı. Müəllim, siz deyirsiniz A üstəgəl B. Yəni bu standart deyil də. A üstəgəl D də ola Təbii ki. bilər, B üstəgəl C. Aha. Bəli. Ha, standart deyil. Bildiyimiz qeyri-aşkardır demək olar ki. Onu artıq özümüz müəyyənləşdirməliyik ki, hansı iş görür. İndi bunlar hamısı qeyri-aşkar tipli gedir. Mən baxın burada sizə əsas bəzi sual tiplərində ilk baxacağınız formanı sizə göstərirəm. Məsələn, 11-ci suala baxaq. 11-ci suala baxıram. İlk baxışdan hər hansısa bir fərqli hissə gözümə dəymir axı. Məsələn, birinci fiqura baxsam, hər rəqəm fiqurun bir tərəfindədir. Heç biri bir-birindən fərqlənmir. Həmçinin ikinci, həmçinin üçüncü də. Əgər yadda saxla, baxan kimi fərqli hissəni aydın seçə bilmirsənsə, birinci yoxlayacağım metod ümumi cəmlər olsun. İçindəki bütün rəqəmləri toplasam, 9, 8, 17, 3, 20, 5, 25, bu da 4 edir 29. Toplayıram 14, 8, 22, 26, bu da bir 27. Toplayıram 16, 6, 22, bu da 3 edir 25. Deməli, ümumi cəmlər 2 azala-azala gəldi. 29, 27, 25 indi olmalıdır 23. 8, 5, 13, 17, 20. Bura 3 çatmır. Deməli, cavab olur 3. A variant. Həmçinin bax elə, bunun sağında 15-ci suala diqqət elə. Yenə bax görürsən, fiqurun daxilində fərqli hissə yoxdur. Birinci ümumi cəmləri yoxlayacaq. 7, 9, 16, 4, 20, 2, 22 eləyir. 11, 2, 13, 6, 19, 3, 22 eləyir. 5, 6, 5, 6 toplayıram 22 eləyir. Deməli, burada 23 olmalıdır. 8, 4, 1, 13 edir. Burada 9 çatmır. Doğru cavab olur C variant. İşte bunlar getdi. İndi gəlirəm. Dairəvi diaqram olanda nə etməliyik ona baxacaq. Məsələn 14-dür, 16-dır bu tipli suallara. 16-cı sualdan başlayıram. Əgər sənin qabağına bu şəkildə dairəvi diaqram çıxırsa, iki cürə baxış forman var. Ya bir istiqamətdə baxıb ardıcıllığı axtarasan, ardıcıl. Ya da çarpaz baxasan. İki dənə baxış formu var əksər vaxtı. Məsələn, mən burada və bu verilmiş hissələrə artı çarpaz baxacaqdım bu sual. Çünki ardıcıl baxsam 13-dən 21-ə, 21-dən 14-ə, 14-dən 32-ə bir əlaqə yox idi. Amma çarpaz baxsam 13-dən 52-ni alanda 13-ü vurur 4 alır 52-ni. 21-i vurur 3-ə alır 63-ü. 14-ü vurur 5-ə alır 70-i. Yaxşı, bəs indi onda 32-ni neçəyə vurmaq lazımdır? Kimliyə? 6'ya vurmalıyıq da. 5'e vuracaq 160. Bəli. 6-ya vursam 192 eli variantlarda yoxdur. Deyəcək bir dərs 2-yə vursun, 2-yə vuranda 64 variantlarda yoxdur. Axı bəs Burada 5-ə vurub 70 əmələ gəlibdir. 2 dənə 5 ola bilər onda. bəli. İndi bu 4-ü niyə vurub onu axtarıram. 13-ü 4-ə vurmağının səbəbi 1 ilə 3-ün cəmidir ona görə. Ədədi rəqəmlər cəminə vururmuşsan demə. 21-i 3-ə vurmağının səbəbi 2 ilə 1-in cəmidir ona görə. Həmçinin 14-ə 1 ilə 4-ün cəmi 5-ə vurur 70. 32-ni 3 ilə 2-nin cəmi 5-ə vuracam, alacam 160. Cavab olacaq A variantı. Həmçinin burada bir şey deyim. Deyirik ya 6-ya vursun, 2-yə vursun. O 6-ya və yaxud da 2-yə vurmağının tam belə bir məqsədə uyğun bir qaydası yoxdur axı. Məsələn 4, 3, 5. Bir ardıcıllıq yoxdur axı buradakı sonra 6-ya vurum və yaxud da 2-yə vurum. Yəni o tam yerinə oturmur. Məsələn mən birinci 13-dən başladım. Bəlkə başqa biri baxanda birinci 14-dən 70-ə deyəcək 5-ə vurmuşam. Sonra 4-ə vurmuşam, sonra 3-ə vurmuşam. Yəni ki, orada baxış bucağına görə ardıcıllıq gəlmir axı. Yəni sən burada 24 13-ü niyə görə 4-ə vurub, 21-i niyə görə 3-ə vurub? Bu 4-ü 3-ə 5-ə vurmağının səbəbini tapmalıydın. Burada da baxıram ki, vurma səbəbi rəqəmlərinin cəmi idi ona görə. 5-ə vurdum, yenə də 160. Problem var burada.
Müəllim, vurma əməlləri ardıcıl gələ bilərdi, amma elə misal da ola bilər, hə? Məsələn, bir dəfə 2-yə vurur, sonra 3-ə vurur, sonra 4-ə. Bilirsən nə Belə zaman gedə gəlir sizlər bilər. vaxtı? Belə deyim də, çarpaz əlaqədə elə bir şey demək olar ki, olmayacaq. Çarpaz əlaqədə. O bilsən nə zaman sənin qabağına çıxa bilər? Ardıcıl şəkildə baxsan. Məsələn, 13-ü vurar 2-yə, 26 alar. Sonra 26-nı vurar 3-ə, 78 alar. Sonra 78-i vurar 4-ə, bu xanə yazar. Yəni bu şəkildə ardıcıl baxsan, hə, 2, 3, 4 vur 5 kimi gedə bilər. Amma çarpaz baxsan, yenə deyirəm, sənin hardan başladığını bilinmir, axı bunun başlanğıcı və yaxud da sonu yoxdur. Ona görə orada demək olar ki, ardıcılı sənin qabağına çıxmayacaq. Yəni o vurduğu ədədlərin bir məqsədi olacaq hər dəfə. Aydındır müəllim, Aydın çox demək sağ olun. istədiyim. Əla. Bəli. Məsələn, bax yolunda ardıcıl necə olur? Bir dənə ona aid nümunəyə baxaq. Bunlar olur çarpaz əlaqə. Bir dənə də ardıcıla aid test göstərim sizə. Məsələn, bu 36-cı suala diqqət eləyin. İçəridə verilən rəqəmlər hər biri Kubdur da müəllim. kubudur, bəli. Kubları tərs çevirib sadəcə. Bax 8 2-nin kubudur. 72. 3-ün kubu 27 eləyir, tərsi 72. 4-ün kubu 64 eləyir, tərsi 46. 5-in kubu 125, tərsi olub 521. 6-nın kubunu tərs çevirib. 7-nin kubunu tərs çevirib. 8-in kubun tərs çevirib 215. Yaxşı, bəs indi sırada neçənin kubu var? 9-un kubu. Yaxşı, deyək 9-un kubudur. 9-un kubu 729 eləyir. Burada 1 Tərsi olacaq. olan Biri, Kub olacaq biri var. mən burada. Birin bəli, düzdür. 7-nin kub, 9-un kubu 729 eləyir, tərsi 927-dir. Variantlarda 927 yoxdur axı. Olsa götürərdik. Əgər yoxdursa, bunun ikinci bir həll forması necədir? Yenə deyirəm, dairənin əvvəli və ya sonu yoxdur axı. Bəlkə elə 1-dən başlayıb 1-in kubu, 2-nin kubu, 3-ün, 4-ün, 5-in, 6-nın, 7-nin, 8-in kubu belə gəlib. Ona görə 1 də olsa doğru cavabıdır. Məsələn, variantlarda 1 var, onu götürürdüm. Yox, əgər 1 olmasaydı, onda 927 olsaydı, o da doğru cavabı idi. İkisi heç vaxt eyni anda düşə bilməz. Həmçinin açıq sualda heç vaxt belə şey düşə bilməz. Test halında düşə bilər. Variantlarda ya 1 ya 927. İkisindən biri olmalıdır. Hansı varsa onu götürürəm. Cavab oldu B variantı. Bəs 297 ola bilərdi müəllim. Yox, yox. Ədədin tərsi deyəndə, məsələn, üç rəqəmli ədədin tərsi deyəndə, bunu CB-A kimi götürürsən. Tərsi həmişə budur. Hə, B Yəni həmişə ikinci ortada olmalıdır, bildim. necə? B həmişə ortada olur da. Bəli, bəli. Üç rəqəmli ədədin tərsi deyəndə üçüncünün birinci yerində işte belə deyim. Həmişə bunun tərsi bu formada olur. Mən bir dənə sual verə bilərəm? Buyur. İndi burada sırayla gedir də, 1-dən indi Bəli, 8-ə doğru və ardıcıllıq var burada sırayla gedir bəli. deyə. Ola bilərdi ki, bəs kub olardı, amma qarışıq olardı. O da yenə də rəqəmlərlə işləmə əsasında yaranardı. Ola bilərdi, bəli. Yəni burada Məsələn, bax, bir limit yoxdur da, yəni. yox təbii ki. Məsələn, bax, 8-in kubu 512-də düzdürmü? 512-nin tərsini 215 yazardı. Məsələn, deyərdim ki, 8-in kubun çarpazını tərs formada yazıb. Məsələn, bura 7 yazardı. Məsələn, 7-nin kubu 343-dür. Çarpazına yazardı tərsini 743-ün özü. Belə də ola bilərdi. Problem yoxdur. Bəli, Limiti aydın, yoxdur, çox bəli. sağ ol. Buyur. Müəllim, bəs 14 necə olacaq? Neçə? 14. 14-cü sual, 14-cü sual baxaq. Kvadratın üstünə 1 gəlir. Çarpazdır bu. 3-ün kvadratı 9, üstünə 1 gəlir 10. 4-ün kvadratı 16, üstünə 1 gəlir 17. 2-nin kvadratı 4, üstünə 1 gəlir 5. İndi 50 də 7-nin kvadratı plus 1-ə bərabərdir. Cavab olur D variantı. İndi alternativ ola bilər bir şey deyim. 50-nin kvadratının üstünə 1 gəlib, bura 10 da yaza bilər daha. Yəni o da mümkün bir şeydir. Yəni bunun çünki əvvəl və yaxud da sonu yoxdur. Bunlar getdi. Dairəvi diaqramlar. İndi Müəllim, gələk. Aha.
Onda yəni dairələrdə demək olar ki, hamısında ya ardıcıl olur, ya da ki, çarpaz olur. Düzdür? Yəni başqa bir metod ola bilmir. 99% hallarda belə gedir. 99% hallarda. Aha, okey, çox sağ ol. Çünki məntiqdə istisnalar hər zaman qabağımıza çıxa bilir. Ona görə 100% deyə bilmirik nəyəsə. 99% hallarda baxış formamız ancaq bu formada gedir. İndi baxıram piramida tipli suallara. Məsələn, bu 34-dür, 35-dir, sonra 41-dir, 44-dür. Bir baxırıq da onlara. Bu tipli suallar, bəli. Bunlardan məsələn birini göstərim. Məsələn, 41 zət çox sadədir. 35-ə baxaq məsələn. Və bunlar piramida tipli suallar deyildi. Burada baxış Burada forma necə vurma olur? əməli Aşağıdakı gələcək. Vurmaqdır burada 8. 1 2-yə vuruq, 2 2-yə vuruq 6. bəli. Aşağıda vurur. Bəli, aşağıdan yuxarıya. Bir vurur, bir toplayır deyəsən. Ay sağ ol. Bir vurur, bir toplayırdı. Bax. Burada baxış formanı həmişə bax bu ikisi harda birləşir? Yuxarıdakı ikidə. Bu ikisi birləşir yuxarıdakı 6-da. Bunlar birləşir yuxarıdakı 6-da. Bu da birləşir yuxarıdakı 8-də. 1-i vurur 2-yə 2. 2-ni vurur 3-ə 6. 3 vurur 2 6, 2 vurur 4 8. Sonra isə toplayır. 2 ilə 6-nı toplayır 8. 6 ilə 6 12, 6 ilə 8 14. Sonra yenə vurur. 8 vur 12 96, 12 vur 14 168. Vur, topla, vur. İndi toplayacaq. 164. 96 ilə 168-i toplayam, idi 264. Cavab olur B variant. Vur, topla, vur, topla. Yəni sən buna 90 faydaları belə baxırsan. Aşağıdakı ikisi özünə yuxarıdakini verməlidir. Bunun da başqa baxış formaları var. Ümumiyyətlə yenə deyirəm 90% belə çıxır qabağa. Başqa məsələn necə baxa bilərsən bu tipli suallara? Bir iki onlara nümunə göstərim. İndi testdə sənin qabağına çıxanlar əksəriyyət bu formada gedəcək, amma indi fərqli sınaqda da qabağına çıxa bilər, ona görə göstərirəm. Belə bir şey ola bilər. Tutalım bax buradan piramida tipli sual yaradıram özümdən. Məsələn, bura rəqəmlər yazıram. Bura tutalım yazıram. 9 2 9 0. Bura yazıram 8 1 7. Bura yazıram 5 7. Bura tutalım sual qoyuram. Məsələn, burada artıq 9 ilə 2-dən 7, 2 ilə 9-dan 8 alınmır. Ola bilər ki, sətir üzrə cəmlər də sənə bir əlaqə verə bilər. Sən burada bax sətir üzrə cəmlərə baxsan, 9 2 9 0-ın cəmi olur 20. 7 8 1-in cəmi olur 16. 5 ilə 7-nin cəmi olur 12. Ümumi cəmlər 4 azala-azala gedir. Deməli, yenə 4 azalıb axırda sualın yerində 8 olmalı idi. Yəni, ola bilər ki, sən burada sətir üzrə cəmlər şəklinə baxa bilərsən. Baxış formanı bir də budur. Sonra məsələn, bir dənə də baxış forması göstərin, fərqli bir forma. Məsələn, buraya yazıram 6, 3, 1, 6, 2, sual, 6, 1, 2, 6. Məsələn, ola bilər ki, burada verilənləri ümumi bir ədəd kimi baxarsan. 6, 6 üstü 1-dir. 36, 6-nın kvadratıdır. 216, 6-nın kubudur. Sırada 6 üstü 4 var. Bu deyir 1296. Deməli, sonrayında olmalı idi 9. Yəni, bu da başqa bir baxış formasıdır. Yəni, özüm bunları göstərirəm ki, əgər bu tipli sual qabağımıza çıxsa, yəni, əvvəlcədən hazır olaq ki, belə bir şey ola bilər. Yəni, ağlımızda olsun ki, bu metod da var. Yəni, ikisindən yuxarıdakını almalısan. Birinci həmişə elə baxırsan. Əgər görsən ki, elə heç cür əmələ gəlmir, ağlında olsun ki, bu formada da baxmaq mümkündür. Bu üçündən biri olur da müəllim. O sualların həllində. Bəli. Fərqli bir forma yenə deyirəm, ola bilir.
Məsələn, bir dəfə sınava düşən bir sual var idi. İnşallah onu gəlində göstərirəm. Oradakı fərqli bir şey şəkildə gedirdi. Amma əksər vaxt baxılan tiplər bu formalardır. Yəni məsələn bizim qəbula qabağımıza çıxan piramida tipli suallarda bu formada baxmışıq. Yəni ikisindən yuxarıdakı al. İndi keçdim. Bunlar oldu piramida tipli suallar. Burada məsələn bir dənə qeyri-aşkar tipli sualdan yenə birinə baxaq, sonra keçək fərqli formalardan göstərim sizə. Bir dənə məsələn sualda sizdən soruşum da. Özünüz həll edin sərbəst. 43-cü sual. Tapan çatda doğru variantı yazsın. 43-cü sual. X-dan Y ayrı-ayrı taparsan cavabı götürərsən. 2 dəqiqə vaxtınız var. Cavablayıb. Burada baxıram. Birinci x-i necə alır? X-lə eyni mövqedə duran məsələn birinci bu 22-yə baxsam. Toxunduğu xanalar 49-dan 72-dir. 4 ilə 9-u toplayıram 13, 7 ilə 2-ni toplayıram 9. 13 ilə də 9 toplayıram 22. Həmçinin bu 14 necə alınır? Toxunduğu xanalar 7 ilə 2 9, 3 ilə 2 5. 9 ilə 5 toplayır 14. İndi x-də toxunur 9 plus 4 13-ə və 6 plus 1 7-yə. 13 ilə 7-ni toplayacağım, eləyəcək 20. Y-i tapanda isə, məsələn, burada bax, bu 97 necə alınır? 4 ilə 9-a toxunur. 4-ün kvadratının üstünə 9-un kvadratını gəlirsən, eləyir 97. Burada 7-nin kvadratının üstünə 2-nin kvadratını gəlirsən, eləyir 53. Burada y tapanda 2 ilə 3-ün kvadratını toplayacağım. 2-nin kvadratı üstə 3-ün kvadratı eləyəcək 13. Cavab olur 20, 13. D variantı. Müəllim, Müəllim, qısa bu qəbul vaxtımız sualı var. idi ha. Bəli. 40-cı suala baxa bilərik Zəmit Thomas. Necə?
Bu suala da baxa bilərik zəhmət olmasa. 40 dedin də düzdürmü? Bəli, bəli. 40-cı sualda bura A desəm, bura B desəm, A-nın kubundan B-nin kvadratını çıxır. 4-ün kubu 64, çıxır 25, 39. 3-ün kubu 27, çıxır 4, edir 23. 5-ün kubu 125, 100 çıxacam 25, cavab olacaq B variantı. Çox sağ olun. Buyur. Müəllim, Bunları keçdik. Aha. müəllim 43-də 20-ni necə aldıq? Toxunduğu xanaların rəqəmlərini topladım. X toxunurdu 49 ilə 61-ə. Rəqəmləri toplayıram. 9 üstəgəl 4, 13, üstəgəl 6, 19, üstəgəl 1, 20. Çünki o birlər də elə alınırdı. Məsələn, bu 22 də bax elə alınır. Toxunduğu xanalara baxıram. 4 ilə 9, 13, 7 ilə 2, 9, 13 ilə 9 toplayıram 22. Oldu, mən başa düşdüm. Keçdim indi. Baxın, 50 kimi tipli gələn suallardır. Keçirəm 50-dən sonra gələn sual tiplərimə. 51-ci suala baxıram. 51-ci sual tipi. Qəbula çox düşən formalardan biridir. Müxtəlif fiqurlardan bir-birinə oxlarla yollar göstərilir. Və içində müxtəlif hərflər var. Gəlirsən birinci, hər bir fiqurun tərəf sayını ilk olaraq yanına qeyd edirsən. Məsələn, x 3 bucağın daxilindədir, 3 tərəfi var. Y kvadratın daxilindədir, 4 tərəfi var. K 5 bucaqlının daxilindədir, Z 6 bucaqlının daxilindədir. Bir də mötərizə açırsan, hər birindən çıxan xəttlərin hara getdiyini yazırsan. Məsələn, bax, X-dan çıxan xəttlərə baxıram. X-dan çıxan xəttlər biri gedir Y-ə, yəni 4 bucaqlıya. X-dan çıxan xəttlər biri gedir K-ya, yəni 5 bucaqlıya. X-dan çıxan xəttin biri gedir Z-də, yəni 6 bucaqlıya. Hamısını bu formada qeyd edirəm. Sonra Y-ə baxıram. Y-dən çıxan xəttlər hara gedir? 3 bucaqlıya, 6 bucaqlıya və 5 bucaqlıya. Həmçinin K-nın xəttləri hara gedir? Y-ə, yəni 4-ə, X-a, yəni 3-ə, Z-ə, yəni 6-ya. 4-ə, 3-ə, 6-ya. İndi Z-ə baxıram. Z-dən xəttləri gedir 3-ə, 4-ə və 5-ə. Bunları qeyd edirsən birinci. Sonra aldığı qiymətə baxırsan. X 45 alınır. Mən burada qeyd elədiyim rəqəmlərdən 45-i necə ala bilərəm? Sədəş ədədlər toplayıb çıxır. Ay, sağ ol. Bəli. 4, 5, 6-nı toplayaram. 15, vuraram 3-ə 45. 3, 6, 5-i toplayaram 14, vuraram 4-ə 46. K həmçinin tapanda 4, 3, 6-nı toplayacam. 13, vuracam 5-ə 65. Cavab olacaq C variantı. Yəni getdi istiqamətləri Müəllim, bu iki tipli tərəflər. suallarda ona görə hər fiqurdan çıxan xəttin hansı fiqura getdiyini mütləq şəkildə mötərizədə yazmaq lazımdır ki, aydın şəkildə görə bilək. Bəli, bəli. Qeyd edirəm ki, rəqəmlər gözümün qabağında olsun. Bilim ki, nədən nəyi almaq lazımdır. Hə, başa düşdüm. Sən bax, bunun bir formasını göstərmişsə, məsələn, bir formasında yeni şeydir, yeni gedişdir. Məsələn, bax, 52-də yeni tiplidir, 53-də. Məsələn, bax, 53-ə bax bir dənə. Yeni formada başlayıram qeyd etməyə. A dairənin daxilindədir, dairənin tərəfi yoxdur. Getdiyi qollar B-yə gedir, yəni 3-ə. Bunların da birinci tərəf sayını qeyd edirik, ondan sonra düzə. 3, 5, 6, 4. A-nın qolları gedir 3-ə. A-nın qolu gedir 5-ə. A-nın qolu gəlir 6-ya. A-nın qolu gedir 4-ə. B-nin qolları hara gedir? 0-a, 5-ə. C-nin qolları 3-ə, 0-a, 6-ya. D-nin qolları 5-ə, 0-a, 4-ə. Y-nin qolları 0-a və 6-ya. Mötərizələri toplayırıq da müəllim içindəkiləri. Ay, sağ ol. İndi bax, diqqət elə, A-mız 18-dir, düzdürmü? Baxıram ki, A necə 18 ala bilər? Baxıram ki, 3, 5, 6, 4-ü toplayıram, eləyir elə 18.
Yəni mötərizənin içindəki rəqəmləri topladın, bəs elədi. B necə 5 alıb? 0 ilə 5 toplamışam, eləyib 5. Həmçinin C necə 9 alıb? 3, 0, 6-nı toplamışam, eləyib 9. Həmçinin D eyni şəkildə. Yəni bunu suala göstərmək məqsədim ondan ibarətdir ki, sən bu rəqəmləri birinci düzürsən. Amma alınan cavabda hamısını istifadə etmək məcburiyyətində deyilsən. Yəni məsələn burada artıq öz tərəf sayı bizə lazım olmadı, istifadə eləmədim. Amma bəlkə sualda lazım idi, istifadə eləmişdim. Yəni sən alınan cavaba görə lazım olsa öz tərəf sayını işin içinə qatarsan, lazım olsa qatmayasan. Yəni alınan cavaba görə onu özün təyin eləməlisən. Sən burada lazım olmadı deyə niyeyini alanda 0 ilə 6-nı toplayacağam, cavab eləyəcək 6, B variantı. Müəllim, o hərflərə verdiyimiz rəqəmləri necə alırdıq? Hansı? Məsəl üçün A-ya 3, 4, 5, 6, 4 vermişik. 3, 5, 6, 4 vermişik ondan Getdik sonra. onlar. Bax, məsələn, A-nın bir xətti gedir B-yə, yəni 3 tərəfli fiqura. O 3 odur. Biri gedir C-yə, yəni 5 tərəfli fiqura. 5 odur. Biri gəlir D-yə, 6 tərəfli fiqura. 6 odur. Bir də gəlir Y-yə, 4 tərəfli fiqura. 4 odur. Yəni çıxan xəttlər neçə tərəfli fiqura gedirsə, onlar qeyd ediləm yanına. Onların tərəf sayı. Aha. Aydındır? Bəs o fiqurun tərəflərinin sayını necə bilirik? Məsəl üçün necə bildik ki, C 5 tərəflidir? Fiqurun neçə tərəfi var? Başa düşdüm müəllim, çox sağ olun. 5 bucaqlıqda onu oradan. Məsələn, bax D 6 bucaqlı Ona fiqurda fikir bax burada. verməmişdim, ona görə. Hə, tamam. Yox, bu fiqur tərəf sayını elə. Burada başqa problem var. Hələ. İndi keçdim. Və bunlar normal qeyri-aşkar tipli gedən suallardır. Burada əsas fərqli suallar sizə göstərmək istəyirəm. Bax, məsələn, bir baxaq, burada 65-ci suala. Bizə fiqurlar verib və qarşısına rəqəmlər verilib. Bu tipli suallar bizim qabağımıza çıxanda biz birinci bu rəqəmlərin fiqurda nəyin sayını göstərdiyini tapmalıyıq. Məsələn, bax, birinci fiqurda 4 dənə, ikinci fiqurda 8 dənə olan nə var? Tərəflər. Tərəflər. Tərəflərdir. Baş, İki sağ, hissəyə fiqura, bölünməsi, sonra da fiqurun neçə bucaqlı olması. baş, sağ. Birinci rəqəm fiqurun tərəf sayını göstərir. Kvadratın 4 tərəfi var. Bu fiqurun 8 tərəfi var. Bu fiqurun da 3, 3, 3, 3, 12 tərəfi var. Deməli, birinci yazılan rəqəm tərəf sayını göstərir. İkinci, burada 2. Burada 2 olan bölündü hissələrin sayı. Məsələn, bax, bu kvadrat 2 hissəyə bölünüb. 8 bucaqlı 2 hissəyə bölünüb. Bu 12 bucaqlı da 4 hissəyə bölünüb. Olur 4. Bölündü hissə sayı. Qısa yazıram, bölündü hissə. Üçüncü, burada 3. Burada 5 olan isə bölündü hissənin birini götürürsən, onun tərəf sayını yazırsan. Məsələn, bax, kvadrat 2 hissəyə bölünüb. Bölündü fiqurun birini götürsən, 3 bucaqlı, 3 tərəfi var. Bölündü fiqurun birini götürsən, 1, 2, 3, 4, 5 tərəf var. Bölündü fiqurun birini götürsən, 1, 2, 3, 4, 5 tərəf var. Olur 12, 4, 5, D variant. Üçüncü olur bölündü hissənin tərəf sayı. Yəni bu rəqəmlərin hardan alındığını tapırsan. Ola bilər ki, yenə deyirəm, tərəf sayı ola bilər, bölündü hissə sayı ola bilər, bölündü hissənin tərəf sayı ola bilər, eyni və ya fərqli fiqur sayı ola bilər və yaxud da içində olan xəttlərin sayı ola bilər. İçində qara rənglər olsa, qara və ağ rənglərin nisbəti ola bilər. Yəni bu rəqəmlərin hardan alındığını tapırsan, sonra tətbiq edirsən, gedir. Bu da belə. Müəllim. Aha. 68-ə də baxardıq da, çaşıram mən o sualda həmişə. 68. 68 qəbul sualıdır. Baxıram. Düzbucaqlı, üçbucaqlılar yuxarıda birləşəndə, düzbucaqlı üçbucaqlı buna deyirəm. 8 ilə 1-i toplayırsan 9, vurursan 3-ə 27. Yuxarıya bax, tərs formada yazır. 27 tərs yazır. Bax, həmçinin burada
6 ilə 2-ni toplayır. 8. Vurur 3-ə 24. Yuxarıya tərs formada yazır. 2, 4, 24 yazın. Burada məsələn 5 ilə 0-ı toplayır. 5. Vurur 3-ə 15. Yuxarıya tərs formada yazmışam. İndi burada x, bura y desən, x-dən y toplayıb 3-ə vuranda 39 eləyir. Deməli, x üstəgəl y bərabəriymiş 13-ə. Deyəs, bəzi tərəflər soruşur ki, amma niyə görə toplayıb ümumi 3-ə vururuq? Bunun bir səbəbi yox. Bu qeyri-aşkardır. Yəni, alınan sual ona əsasən həll olunur. Yəni, toplayıb 3-ə vuranda həmin cavabı almaq mümkün idi. Ona görə. Bu hissədə problem var. Deyil müəllim. Aşağıda Bəs o birləşən. o aşağıdakini soruşacaqdım. 12-dir. Onu necə alıb misal? Hə, indi ora gəlirəm. Bəli. Aşağı necə alır? Bəs aşağıda isə çıxıb 3-ə vurur. 8-dən çıxır 1, 7. Vurur 3-ə 21. Tərs yazır aşağıya. 6-dan 2-ni çıxır 4. Vurur 3-ə 12. Tərs yazır aşağıya. Burada da 5-dən 0-ı çıxdım. Vurdum 3-ə 15. Tərs yazdım aşağıya. Mən də x-dən y çıxıb 3-ə vuranda 15 eləməlidir. Deməli, x minus y də 5-ə bərabərdir. Alt alda toplasam 2x bərabər 18, x eləyir 9. Bunlar keçdi. Axırda 2 dənə fərqli sual tipimiz var. Əsas onlara baxaq. Şolar da kifayət qədər vaxtımız alacaq. Bunlar hamısı bu tipli, oxşar, qeyri-aşkar tipli suallarımızdır bizim. Əsas biz burada 1, 82, 83, 84, 85 tipli, 1, 86, 87, 88, 89, 90 tipli sualların həllinə baxaq. Əsas bizə lazım olan 3 dənə Fiqur sual. ədəd əlaqələri nə qədər düşür qəbula? Əksər vaxt 3 dənəsi düşür. Hı -hı. 2 dənə düşdüyü vaxtlarda ola bilər, amma əksər vaxt 3 dənə düşür. Bax, 82-ci sual. Bax, bu sual əslində rahat sualdır. Prosta bir çox tələbələr burada problem yaşayır əksər vaxtı və qəbul çox tez-tez düşən sual tipidir. Bax, bir dənə dediklərim, mən sadəcə bir dənə hansı formada deyirəmsə, bir dənə ona qulaq asın. Aram-aram həll eləyə sualı. Bax, burada oxlar göstərilir. 6-dan 7-yə ox gedir, 7-dən 4-ə ox gəlir, 4-dən 8-ə, 8-dən 5-ə, axırda cavab alınıb 12. Baxın, biz burada verilən oxların yerinə sadəcə riyazi əməllər qoymalıyıq. Yəni, riyazi əməllər dediyimdə nədir? Toplama, çıxma, vurma, bölmə. Bunlardan hansılarınsa qoyub, yekundakı cavab 12-yə gəlib çıxmaq lazımdır. Belə dərsə boşumuz. Necə? Burada məsələn cavab 11-ə gəlib çıxmaq lazımdır. Bu dediyimi yadda saxlayın. Burada tələbələrin ən çox çaşdığı vəziyyət. Görürlər ox gəlir 6-dan 7-yə, deyirlər 6-nın üstünə 1 gəlim 7 eləsin, 7-dən 3 çıxım 4 eləsin. Heç vaxt o şəkildə baxmırsan, yadda saxla. Bu suallarda heç vaxt araya ayrı bir rəqəm qatmırsan. Bax, bura yazıram. Heç vaxt araya rəqəm salmırsan. Yəni, mən özümdən bura gəlib 1, minus 3, plus 4 heç vaxt əlavə eləmirəm. Sadəcə oxların yerinə riyazi əməlləri qoyub cavabı 12-yə çatdırmalıyam. Burada riyazi əməlləri necə qoyacağam? Məsələn, tutalım, sağa gedəndə topladımsa, sola gələndə toplamanın əksini görəcəm, yəni çıxacam. Sonra sağa gedən ox toplayırsa yenə toplayacağam. Sonra yenə çıxacam, gəlib cavab verməlidir mənə, məsələn. Məsələn, toplama çıxmanı qoyacaqdım, ödəməyəcəkdisə, sonra vurma və bölməni qoyub yoxlayacaqdım. Hansısa birini aparıb cavaba çıxardacaqdım. Yəni, bir növ belə deyim, crossword kimi düşünün. Bax, tutalım ki, sənə sual bax belə vermişəm. Yazmışam 6 rəqəmi, sonra yer ötürüb yazmışam 7, sonra yer ötürüb yazmışam 4, sonra yer ötürüb yazmışam 8, sonra yer ötürüb yazmışam 5, axırda bərabər 12 yazmışam. Və burada da araya boşluqlar qoymuşam. Bax, sualın mahiyyəti budur. Sənə deyirəm ki, crossword kimi düşün. Bu kvadratların yerinə riyazi əməllərdən qoy, axırda cavab 12 eləsin. Məsələn, burada da nə iş görürdü? Burada məsələn, bölmə vurma qoysa cavabı 12-yə çatdıra bilməyəcəkdir. Çünki 6-nı 7-yə bölmək olmaz. Desəm 6-nı vurum 7-yə
42 eləsin, sonra da 42 4-ə bölünməyəcək axı. Deməli bölmə vurma yox idi arada. Toplama çıxımı ilə başlamaq lazım idi. 6-nın üstünə 7 gəlirəm. 13, 4 çıxıram 9. Üstünə 8 gəlirəm 17, 5 çıxıram elədi 12. Sən bax digər də eyni qaydada. Birinci topladım, sonra çıxdım. Birinci topladım, sonra çıxdım. Yəni ox sağa gedəndə topladım, sola gələndə çıxdım. Sağa gedəndə topladım, sola gələndə çıxdım. İndi burada da bax, sağa gedəndə topla, sola gələndə çıx. Sağa gedəndə topla, sola gələndə çıx. 16 plus 1 17, 7 çıxıram 10. 3 gəlirəm 13, 2 çıxıram eləyir 11. Yenə bax sağa gedəndə topla, sola gələndə çıx. Sağa gedəndə topla, sola gələndə çıx. 0-ın üstünə 2 gəldim 2, 5 çıxdım mənfi 3. 9 gəldim 6, 1 çıxıram eləyir 5. Doğru cavab olur A variantı, yəni 5. Bəli. Yəni bir Müəllim, də burada deyirəm, ya ancaq toplayıb çıxırıq, ya da ancaq vurub bölürük də. Yəni həm toplama ilə vurma eyni yerdə olmaz. Eyni şeydə ola bilməz. toplama nəticə çıxmadı, vurma nəticə bölmədi, bəli. Hansı ilə başlasam, həmin əməlin əksi ilə gedirəm. Məsələn, niyə deyirəm? Ola bilər çıxma ilə başlasam, toplama, çıxma, toplama gedirəm. Bölmə ilə başlasam, böl, vur, böl, vur. Hər bir əməlin öz əksinə davam edirəm suala. Məsələn, bax, birini də göstərirəm. Bunun 4-ünü işlədəcəm ümumiyyətlə. Sonra birini sizdən soruşaram. Məsələn, bax, 83-cü suala baxaq. Və yenə deyirəm, A-ya rəqəm qatmırsan. Bunu bir mənalı şəkildə beyninə həkk elə. Vəsə. Çünki burada diqqətlə baxsan ki, bəzi tələbələr ki, müəllim hardan bilə birinci hansı əməli yoxlayıram. Bunu olsa yoxlamaq elə çətin bir şey deyil də. Sürətli yoxlayıb hansı ödəyişi çıxarda bilərsən. Biraz məntiqlə baxmaq lazımdır ki, 14 Bölünmə. 7-yə bölünür. Ay sağ ol. 20 25 5-ə bölünür, 6 3-ə bölünür. 21-də 7-yə bölünürsə, yəni 4 dənəsinə bölünməyi təsadüf deyil, axı deməli bölmə ilə başlamaq lazımdır da. Bölmənin də əksi vurmadır. Sonra yenə bax, aşağı düşən ox bölmə işidirsə yenə bölmədir. Bölmənin əksi vurmadır. 14 bölü 7 2, vur 8 16. Böl 4 4, vur 3 12. Böl, vur, böl, vur. 25 böl 5 5, vur 6 30. Böl 10 3, vur 2 eləyir 6. Burada yenə böl, vur, böl, vur. 21 böl 7 3, vur 4 12. Böl 6 2, vur 3 eləyir 6. Vəsə. Yəni uzaq başı yenə deyirəm, ödəməsəydi keçib toplama çıxma qoyacaqdım yəni. Yəni çətin bir şey yoxdur, yoxlayıb cavab çıxardacaqdım. Sual var burada. Onda birini sizdən soruşum. 84-cü sual. Tapan çatda doğru variantı yazsın 84-də.
13 nəfər cavablayıb. Baxaq. Bəli, gəlin baxaq. Bax yenə. 2-dən gedir 13-ə. Təbii ki, bölmə ilə başlaya bilərəm. 2 13-ə bölünmür. Desəm ki, 2-nin 13-ə vurum 26 eləsin. Vurma nəticə bölmədir. Sonra 26 9-a bölünməyəcək. Deməli, vurma bölmə ilə başlamaq olmaz. Toplama çıxma ilə başlayacaqdın. Sağa gedəndə topla, sola gələndə çıx. Sağa gedəndə topla, sola gələndə çıx. 2 plus 13, 15. 9 çıxıram 6. 1 gəlirəm 7, 4 çıxıram 3. Topla, çıx, topla, çıx. 18 plus 1, 19, 8 çıxıram 11. 16 gəlirəm 27, 9 çıxıram 18. Yenə topla, çıx, topla, çıx. 4 plus 7, 11, 5 çıxıram 6. 10 gəlirəm 16, 9 çıxıram edir 7. Doğru cavab olur B variantı. Problem var. İndi bir dənə şey deyim, sonra bu 85 ev tapşırıq kimi sizə saxlayacağam. Bunu siz eləyərsiniz ki. Məsələn, sizə sual yana bilər ki, müəllim, ola bilər ki, topla çıx, sonra vur böl olsun. O nə zaman ola bilər? Oxların forması dəyişəndə. Məsələn, buradakı oxlar hər dəfə necə gedir? Sağa getdi, sola qayıtdı. Sağa getdi, sola qayıtdı. Məsələn, sən sağa gedən oxa plus qoymusansa, burada sağa gələn oxa tərəzindən gəlib vurma qoymayasan. Çünki eyni oxdur axı. Eyni oxdursa eyni əməl olacaq. Həmçinin bunlar eyni oxdursa eyni əməl olacaq. Əgər oxların forması dəyişsə, onun da əməlləri dəyişə bilər. Məsələn, ola bilər ki, məsələn, bax, sağa getdi, sola gəldi. Sonra böyük ölçüdə sağa getdi, sonra böyük ölçüdə sola gəldi. Oxların ölçüləri dəyişəndə əməllər jonda dəyişə bilər. Məsələn, topla, çıx qoydunsa, sonra vur, böl qoya bilərsən. Çünki burada 4 oxun 4-də fərqli olduğunu görə ki, əməllərin hamısı istifadə olunur. Amma eyni oxlara eyni əməl qoyursan. Aydın demək istədiyim. Sən bunu niyə geri ödədin? Bax 85-də həmin o dediyim məsələ var. 85-in solucu ev tapşırıq kimi saxlayıram sizə. İndi keçdim deformasiya suallarına. 86, 87, 88, 89, 90 tipli suallar. Birini buradan göstərəcəm, birini də birinci cəhdvə saitindən göstərəcəm. Qalanları sizə qalacaq. Baxın, bu sual məsələn sizin birinci cəhd qəbulunuzda düşüb. Bu sualların konkret gedişatı var. Ola bilər vaxt alır, bəzən uzun salırlar, amma gedişat həmişə eynidir. Məsələn, mən bir bunu göstərirəm, bir dənə bunun biraz çətin formasını göstərəcəm. Sonra bu testi bitirəndən sonra, yəni tam bilsəm ki, bunu tam öyrənmisiniz. Ona görə davamlı olaraq sınaqlarda, quizlərdə bunu daha uzun, daha belə deyim, vaxt alan suallarını inşallah işləyəcək zamanın hamısını. Və bu suallarda mahiyyət nədir? Sualın şərti belədir ki, birinci fiqur deformasiya olunaraq ikinci şəklə salınmışdır. Sadəcə bunların dəyişən sadəcə formasıdır. Bunların bir-birinə olan bağları qırılmır. Yəni necə ki, A-nın qolları D ilə Y-yə gəlirsə, burada da A-nı hansı hissəyə yazsan, getdiyi qollar D ilə Y-ni yazarsan. Məsələn, B-dən baxıram, bir xətt çıxırsa, bu deformasiya olunsa belə, B-ni yazacağın xana elə bir xana olmalıdır ki, oradan bir dənə xətt çıxsın. Yəni, bunlardan çıxan xəttlərin sayı bir-birinə olan bağları qırılmır. Sadəcə dəyişən formasıdır. Bunu necə həll edirsən? Birinci gəlirsən, hər bir dairədən çıxan xəttlərin sayını qeyd edirsən. Məsələn, bax, B-dən B dairəsinə bir dənə xətt çıxır, yazıram 1. A-dan 2 xətt çıxır, yazıram 2. C-dən də 2 xətt çıxır. D-dən 1, 2, 3, 4 xətt çıxır. Y-dən 3 xətt çıxır. F-dən 4 xətt çıxır. Bax, qeyd elədim. Bax, çıxan xəttlərin sayını yazdım. Gəl, burada da qeyd elə insin. Bu dairədən 1 xətt çıxır. Buradan 1, 2, 3, 4 xətt çıxır. Buradan 2 xətt çıxır. Buradan 2 xətt çıxır. Buradan 3 xətt çıxır. Buradan 1, 2, 3, 4 xətt çıxır. Bir xətt çıxan hərfim hansı idi? B hərfi. Gəlirəm, burada bir xətt çıxan dairəyə yazıram B-ni. B-nin qolu hara gedir? F-ə. B-nin getdiyi qola yazıram F. B ilə F tapıldı. F-dən sonra digər 4 xətt çıxan hərfim D hərfidir. F-i yazandan sonra digər 4 xətt çıxan dairə yazacağım D hərfi. D də tapıldı.
3 xətt çıxan dairəyə yazmalıyam E hərfi. 3 xətt çıxan dairəyə bura yazıram E hərfi. Sonra baxıram ki, Y-nin qolları D-yə, F-ə, bir də boşluğa gəlib. Y-nin qolları D-yə, F-ə, bir də A-ya gedirdi. Deməli, bu üçüncü gələn qolu A-dır. Bir dənə yerdə S də qaldı M hərfinə. Biri oldu S, biri oldu Y. Söhbət bitdi, getdi. Cavab olur Y ilə S, B variantı. Buradan problem var. Məlumat. Onu birini də göstərim buradan sizə. Sahil Baba 46-cı sual. Bunun əyani qruplarda göstərmişdim. Bax, yenə başlanğıc olaraq gedişət eynidir. Hər birindən çıxan xəttlərin sayını qeyd edin. L-dan 1, 2, 3, 4 xətt çıxır. K-dan 2 xətt çıxır. P-dən 1, 2, 3 xətt çıxır. N-dən 1, 2, 3, 4 xətt çıxır. R-dən 2 xətt çıxır. M-dən 1, 2, 3 xətt çıxır. Burada da qeyd edirəm. 1, 2, 3 xətt çıxdı. 1, 2, 3, 4 xətt çıxdı. 2 xətt çıxdı. 3 xətt çıxdı. 2 xətt çıxdı. 4 xətt çıxdı. Şöyle baxıram ki, burada 2 dənə 2 var, 2 dənə 3 var, 2 dənə 4 var. Bəs bu tipli sual olanda nə edirəm? 2, 2, 2, 3, 2, 4 olanda nə baş verir? Və bu tipli suallarda nə edəcəm? Hər bir hərfin getdiyi xanalardan çıxan xəttlərin sayı mötərizə yazacağım yanına. Məsələn, bu nə deməkdir? Birinci gəlin buradan ən rahat ilə K-nın R-in yerlərini tapmağa çalışacaq. Çünki bunlardan 2 xətt çıxır, bunları araşdırmaq daha rahatdır. Məsələn, bax, K-nın yanına mötərizə açdım. K-nın qolları hara gedir? 4 xətt çıxan L hərfinə, digər qolu hara gedir? 4 xətt çıxan N hərfinə, yəni 4 4-ə gedir. Gəldim. R-nın qolları hara gedir? R-nın qolu gedir 4 xətt çıxan N hərfinə, digər qolu gedir 3 xətt çıxan M hərfinə. Gəlirəm burada da bax, həmin o iki qolları yazıram mötərizədə. Y-in qolları gedir 4-ə və 4-ə. Bu dairənin qolları gedir 4-ə və 3-ə. Deməli 2, 4, 4 olan K hərfinin kodudursa, bura olur K. Digərinə də qalır avtomatik olaraq R. Burada problem var. Və X də N olacaqdır, çünki 4-dən 2-yə gedir. Ay sağ ol. Heç onun baxmasın heç. Özü yormadan. X harda yerləşir? K ilə R-nın kəsişdiyi yerdə. K hərfi ilə R hərfinin kəsişdiyi nöqtədə hansı hərf var? N hərfi. Deməli X olacaq N. Gəl axıra kimi tamamlayaq. R-nın bir qolu getdi N-ya, bir qol gedir M-ya. R-nın bir qolu getdi N-ya, bir qol gəlir M-ya. K-nın bir qolu N-ya gəldi, K-nın bir qolu L-ya gedirdi. K-nın bir qolu N-ya gəldi, bir qol da getdi L-ya. Bir dənə boş tərəf qaldı, P. Burada oldu P. Bitdi, getdi. Cavab olur N, K. C variantı. Çətini yoxdur. Əla. Gəlin onda son bir dənə sual sizdən soruşum. Bunu həll edin, sonra yekunlaşdırarıq. Bunlar hamısı bax, qeyri-aşkar tipli gedən sual tiplərimizdir. Qeyri-aşkar formada gedən sual tiplərimizdir. Bundan sonra cədvələ gəlir. Bu hamısı qeyri-aşkar tipli gedən sual tiplərimizdir. Burada bir dənə bir şey deyim. Bunu qeyd edin, sonra o bir sualı sizdən soruşacağam. 99-cu sualda burada bir dənə hansı ən böyük ədəd yazıla bilirsə də bu ən böyük silərsiz buradan. Bu bizə lazım olmayacaq. Sual əvəzinə hansı ədəd yazıla bilər? Bizdən bax bunu soruşur. Sual budur. Sual əvəzinə hansı ədəd yazıla bilər? Gəlin bir dənə buradan elə bu deformasiya olmuş suallardan birini sizdən soruşum. Bu 90-cı sual qəbul sualıdır. Bir dənə 90-cı sualı həll eləyin. Çatda doğru cavabı yazın. Baxıram. Bilən biraz bunu vərəqdə işləmək çətindir. Prosta yanınızda dəftər varsa dəftərdə məncə qeyd edib tuta bilərsiniz nisbətən. Yəni 90 həll eləməyə çalışın, sonra həllinə baxaq.
Bitirin hayatını. B, 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 B. Baxaq. Bəli. Yeni ilk olaraq hər birinin çıxan xəttlərin sayını yazıram. Y-dən bir xətt çıxır. L-dan 2, C-dan 4, K-dan 3. Bir nəfər də cavabladı deyəsən. C-K olsaydı cavabı düz götürərdik. Baxa bir dənə bitirə deyəcəm. F-dən 3, M-dən 1, 2, 3, 4, 5. Gəl bura qeyd edirəm. 1, 1, 2, 3, 4, 5, 2, 3, 4, 3. Baxıram, bir xətt çıxan yeganə hərf Y idi. Bura yazıram Y-ni. Y-nin qolu gəlir M-ə. Bura yazdım M. Sonra iki xətt çıxan hərfim L hərfidir. Bura yazıram L. 4 xətt çıxan hərfim C hərfidir. Bura yazıram C-ni. Deməli, X oldu ki, A getdi, D getdi. Y-in yerində də M-lə L ola bilməz. Axı M-lə L-i qeyd eləmişik. C ilə Y də getdi. Amma burada bəli, bax, biz C-ni, L-i, M-i, Y-ni tapdıq. K-la F qaldı. Çünki burada biz onsuz da K-la F-i təyin edə bilməyəcəkdik. Niyə görə? Çünki K-nın da qolları C-yə, M-ə gedir. F-in də qolları C-yə və M-ə gedir və bir də bir-biri ilə kəsişirlər. Ona görə ola bilərdi burada K, burada F olsun. Ola bilərdi ki, burada F, burada K olsun. Onu təyin edə bilmirdim. Çünki qollar eyni yerlərə gedir. Yəni variantlarda CF var, onu götürdüm. Əgər CK olsaydı onu götürəcəkdim. İkisi eyni anda heç vaxt ola bilməzdi. Biri olmalıdır. Hansı varsa mən də cavabdan onu götürdüm. Problem var? Allah. Deməli belə. Fiqurədə də əlaqələrindən bu qədər. Ev tapşırıqları 100 dənə bu testi bitirməyə verirəm sadəcə. Bunu bitirin. Bir də ev tapşırığından, aşkardan, qeyri-aşkardan boşluqlar olanlar qabaqdan 6 bazar gəlir həftə sonu. Çalışın onları bitirin, yaxşımı? Bir dənə də 15 suallıq quiz atacağım. Fiqurədə də əlaqələr olmayacaq hələ ki, bunu təzə keçmişik. Aşkar, qeyri-aşkar, ardıcıllıq, sudoku ilə bağlı bir dənə 15 sual quiz atacağım. Bir dənə inşallah gəlin dərsi kimi onu bitirərsiniz. İnşallah bir də gələn həftədən etibarən qəbullar da atmağa başlayacağım qruplara və bir də gələn həftədən etibarən hər bazar günü əlavə onlayn dərslər salacağım inşallah. Fərqli sual tiplərinin üzərinə keçəcəyəm sizə. Sual olan var? Çox sağ ol müəllim. Gecəniz Oldu onda. xeyir. Sağ olun müəllim. Gecəniz xeyrə. Sağ olun. Özünüzə Gecəniz müayət olun. xeyir. Sağ olun müəllim. Sağ olun müəllim. Sağ Sağ olun. olun Sağ müəllim. olun. Sağ olun. Özünüzə müayət olun.